Sağlam gün, ay. Həftənin və ayın sonu sağlamlığın başlanğıcı ola bilər. Gəldik, çatdıq cümə gününə və həftə sonunda sizin hər birinizə çox gözəl anlar, enerji dolu günlər arzulayıram. Təbii ki, bunun üçün də biz sağlam olmalıyıq. Çünki bir insan sağlamdırsa, demək ki, o həm də xoşbəxtdir. Gəlin bu xoşbəxtliyimizi, sağlamlığımızı bərabər qoruyaq. Oktyabrı da belə yola saldıq. Noyabrı güc, sevgi və qüvvətlə, ən əsası sağlamlıqla qarşılayaq və vaxt itirmədən mən sizə ilk həkim qonağımızı təqdim etmək istəyirəm. Çünki hər zaman özüm də onu çox diqqətlə və maraqla dinləyirəm. Bugün də çox aktual bir mövzu haqqında danışacağıq. Dəyərli həkimimiz, həkim psixiatr Aytən Namazova ilə. Xoş gəlmisiniz, doktor. Xoş gördük Günay xanım. Hər zamanki kimi bugün də bilirəm ki, çox savadlı bir müzakirənin şahidi olacaq dəyərli izləyicilərimiz. Yeri gəlmişkən, doktorumuz, gəlin xatırladaq ki, hər an bizə qoşula bilərsiniz. ATV telekanalı və Sağlam Gün Ay sizə belə bir fürsət yaradır ki, birbaşa canlı yayında həkimlərimizə istədiyiniz sualları, istədiyiniz mövzularınız haqqında o qaranlıq qalan məqamları soruşasınız. Bunun üçün qaynar xəttimiz var, 055 254 0106. Həm ev telefonları vasitəsilə zəng vura bilərsiniz. Mən artıq ev telefonlarından o qədər də istifadə yoxdur. Ona görə də WhatsApp üzərindən də belə bir şərait yaratmışıq ki, suallarınızı göndərəsiniz. Həmçinin TikTok canlı yayımımızda da hal-hazırda bizi bir xeyli insan, yüzlərlə insan izləyir. Onlar da hər an suallarını bizə göndərə bilərlər. Çünki bir peşəkar həkim mənimlə üzbəüz oturub və mən çox sevinirəm ki, artıq ikinci ildir ki, biz bərabər yürüyürük bu yolda, bu maarifləndirici işdə, bu sağlamlıq, tibbi mövzularla bol proqramımızda və Aytən xanım o həkimlərimizdəndir ki, hər çıxışına çox məsuliyyətlə yanaşır və hardan sual versəz, hansı məqamı ondan soruşsaz, hansı problemi ona söyləsəz, mütləq ki, ona savadlı şəkildə bir çözüm tapacaq və onu çox gözəl şəkildə izah edəcək. Ona görə çəkinməyin, çox uzatmayın, suallarınızı yazıb göndərin. Amma doktorumuzun özü ilə birbaşa əlaqə saxlamaq istəyənlər də olacaq. Çünki bəzən elə məsələlər olur ki, biz heç onu doğmalarımızla belə bölüşə bilmirik. Özünüzü tam olaraq dəyərli psixiatrımız Aytən Namazovaya etibar eləyə bilərsiniz. 050 377 54 22 099 377 54 22. Doktor, verilişimizə giriş eləyəndə dedim ki, bugün həm həftənin sonudur, həm də ayı yola salırıq. Oktyabr ayı da belə bitdi. Çox şükür, noyabr gəlir. Mən istəyirəm ki, bax, hər bir son bir başlanğıcdır da. Bugün isə sağlamlığın başlanğıcı olsun və sizin sayənizdə bilgilərimizi daha da artıraq. Çünki hər dəfə çox maraqlı mövzularla qarşımızda olursunuz. Başlanğıc olsun deyə, sağlamlığımıza bir qatqı olsun deyə bugün də bir maraqlı bir mövzu haqqında danışacağıq. Diqqət əskiliyi və hiperaktiv pozuntu və bu mövzular haqqında çox yanlış fikirlər var. Bəzən əfsanələr dolaşır. İnsanların belə müxtəlif təxəyyülləri ortaya çıxır. Əslində amma necədir? Ümumiyyətlə həm böyüklərdə, həm uşaqlarda diqqət əskiliyi və hiperaktiv pozuntu müalicə olunurmu? Müalicə olunursa necə müalicə olunur? Bütün bunları doktorumuz açıqlayacaq. Buyurun doktor. Salamlayıram bizi izləyənləri Günay xanım. Təşəkkür edirik doktor. Bugünkü mövzumuz diqqət əskikliyi və hiperaktiv pozuntudur. Ümumiyyətlə diqqət əskikliyi və hiperaktiv pozuntuya
bəzən diqqət dağınıqlığı, diqqət çatışmazlığı, diqqət defisiti və hiperaktiv pozuntu adı altında adlandırılır. Əslində belə bir giriş edək ki, diqqət əskikliyi və hiperaktiv pozuntu cəmiyyətimiz tərəfindən vurğuladığınız kimi Günay xanım miflər var ki, bəzən düşünürlər ki, bu xəstəlik deyil, bu bir xarakter xüsusiyyətidir. Aktiv uşaqdır və yaxud da aktiv insandır deyə. Əslində bu xarakter xüsusiyyəti deyildir. Diqqət əksikliyi və hiperaktiv pozuntu bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Daha detallı giriş etsəm, neuropsixiatrik bir pozuntudur. Yəni, diqqət əskikliyi və hiperaktiv pozuntu zamanı beyin kimyası dəyişilir. Ona görə neuropsixiatrik deyirik. Yəni, bu zaman beyində neyrofizioloji və kimyasal dəyişiklik gedir. Yəni, beyində neyrotransmitter, yəni neyromediator səviyyəsində dəyişiklik gedir. Hansı ki, bizim hər birimizin əzbərə bildiyimiz noradrenalin deyirik və dopamin, neyromediatorların funksiyası və ifrazı pozulur. Nə baş verir? Bu zaman noradrenalinlə bağlı olaraq beynin müxtəlif sistemlərində artıb azala bilər, dopamin isə ön payda azalmış olur. Bunlara sonra giriş edəcəm. Nəyə gətirdim fikrimi ki, bu bir, belə deyək, beyin kimyasında gedən dəyişiklik olsa da belə... Yəni, bir xarakter xüsusiyyəti deyil, bunu biz səhv bilirik. Yəni, ilk əfsanənin üzərindən bir xət çəkdir. Bəli, səhv bilirik və Günay xanım, bu bir, belə deyək ki, neuropsixiatrik pozuntu olmaqla yanaşı bəzən deyərlər, doktor, onda beyin kimyası dəyişilirsə, deməli, baş beyin MRT müayinəsi. Xeyr. Bu neuropsixiatrik pozuntu olsa da, digər psixiatrik xəstəliklər kimi, bu xəstəliyin də diaqnozu həkim psixiatr tərəfindən qoyulur. Bu nə pediatrik xəstəlik deyil, nə nevroloji xəstəlik deyil, sırf psixiatrik bir xəstəlikdir və xəstəlik neuropsixiatrik olsa belə, beyinlə bağlı söz eşitsəz belə, bu o demək deyil ki, bu xəstəliyin diaqnozu üçün mütləq baş beyin MRT müayinəsi, KT müayinəsi, EEG müayinəsi və yaxud da ki, müxtəlif qeyri-peşəkar müəyyən bir belə deyək, yanaşma tərzi olan insanların mı deyək, deyirlər ki, yox, bəlkə bir cihazlarla mı qoyulur, alətlərlə mi qoyulur, laborator testlər, analizlər aparılmalıdır? Xeyr. Burada elə bir məqamlar yoxdur və yaxud da ki, deyə bilərsiniz ki, bəs baş beyin EEG müayinəsi olundu. EEG-də, məsəl üçün, burada bioelektrik aktivlik dəyişə bilər. Teta və beta dalğalarda pozuntu yarana bilər. Bu da o demək deyil ki, burada mütləq bu varsa, bu diaqnoz qoyulmalıdır. Əslində, bu müayinə üsullarının aparılması həm psixiatrik pozuntularda, həm də digər somatik xəstəliklərdə diferensiyasiya olunmaq üçün aparılan müayinə üsulları ola bilər. Diqqət əskikliyi və hiperaktiv pozuntunun adından giriş etsək, qeyd olunduğu kimi burada 3 klinik əlamət müşahidə olunur. Əsas məsələ, mənim ən sevdiyim məqamlar və izləyicilərimizin də çox diqqətlə izlədiyi məqamlar ki, bax, bu xəstəliyin adını eşidirik, amma bu necə təzahür edir, özünü necə göstərir, hansı əlamətlər ortaya çıxır, eşidək sizi. Bu zaman bu xəstəliyin diqqət əksikliyi və hiperaktiv pozuntunun klinik gedişatında birinci diqqət əksikliyi durur. Birinci budur, ikinci əlamət kimi hiperaktivlik və üçüncü isə impulsivlikdir. Qeyd etdiyim bu 3 əlamətin hər hansısa birinin şəxsdə ön planda olmasına uyğun olaraq biz bunu 2 qrupa ayırırıq. Birinci qrup şəxslərdə bu zaman bu insanlarda diqqət əksikliyi və diqqət defisiti, yəni diqqətlə bağlı problemlər öndə görünür, hiperaktivlik və impulsivlik arxa planda görülür. Adətən qız uşaqlarında, körpə qız uşaqlarında bu forma təşkil edir. Məhz ona görə də bizə müraciət edirlər gecikmiş mərhələdə qız uşaqları. İkinci qrupda isə hiperaktivlik, impulsivlik, yəni hərəkət və davranışla bağlı olan pozuntular ön plandadır. Diqqət defisiti və diqqət əksikliyi ikinci planda görülür. Doktor, bu oğlanlarda daha çox görünür. Bəli, Günay xanım, bu oğlanlarda daha çoxdur. Ona görə də bizə müraciət etmiş valideynlər öz oğlan övladlarından, belə deyək ki, oğlan uşaqları daha çox müayinəmizə gəlir. Diqqət əksikliyi və hiperaktiv pozuntu həm uşaqlarda, həm irəliləyən etaplarda, yeniyetmələrdə, həm də yetişkin insanlarda görülür. Lakin uşaqlarda yetişkinlərlə və böyük insanlara nisbətən daha çox görülə bilir. Ümumiyyətlə, diqqət əksikliyi, hiperaktivlik, pozuntu necə olur ümumiyyətlə? Hansı faktorlar burada rol oynayır? Genetik faktorlar, bütün psixiatrik pozuntularda dediyim kimi, hər zaman deyirəm, insanın, belə deyək, tükündən dırnağına qədər hər bir şeyində genetika böyük rol oynayır. İrsiyyət çox önəmlidir. Bəli, irsiyyət çox önəmlidir. Bütün xəstəliklərə aiddir bu. Bəli, Günay xanım, əgər evdə bir uşaq diqqət əksikliyi, hiperaktivlik, pozuntu varsa,
digər uşağın o pozuntu ilə doğulma ehtimalı yüksəkdir. Və yaxud da ki, valideynlərin hər hansısa birində, ata və yaxud da ki, ana, bu pozuntu varsa, uşağın bu doğulma ehtimalı yüksəkdir. Birinci və yaxud da ikinci dərəcəli qohumlar, biz bunlara bibi, xala, əmi, dayı deyirik ki, əgər bu pozuntu varsa, doğulma ehtimalı yüksəkdir. Və yaxud da ki, valideyn, ana, əgər hamiləlik etapında stres keçiribsə və yaxud da ki, hamiləlik etapında müəyyən bir streslə əlaqədar olaraq qadın siqaret çəkməyə, alkoqol istifadə etməyə, müxtəlif narkotik maddələr istifadə etməyə, zərərli vərdişlər istifadə etməyə meyillidirsə və yaxud da ki, asıllıq yaradan hər hansısa bir dərman preparatlarını istifadə etməyə meyillidirsə, bu halda və eyni zamanda arterial təzyiqi hamiləlik etapında tez-tez yüksəlirsə, yəni hipertoniya xəstəliyindən əziyyət çəkirsə, bu analardan doğulan uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntunun olma ehtimalı yüksəkdir. Bir ona giriş edim ki, ümumiyyətlə diqqət əksikliyi və hiperaktiv pozuntu biz ümumiyyətlə necə olur buna diaqnoz qoya bilirik? Doktor, niyə? Çünki üzr istəyirəm bu məqamı vurğulamazdan öncə bəzən uşağın sadəcə enerjili olduğunu valideynlər qeyd edir. Bax, indi bu diaqnozla onun enerjili olmağını biz necə fərqləndirə bilərik? Bunun üçün bir üsul varmı ki, valideynlər evdə təyin eləsinlər ki, mənim uşağım enerjilidir, yaxud da hiperaktivlikdən və ya diqqət əskikliyindən əziyyət çəkir? Ümumiyyətlə, biz valideyn hansı, belə deyək, əlamət görməlidir? Birinci deyim ki, biz necə diaqnozu İlk növbədə valideyn niyə müraciət eləyir? Buyurun. Bizi müraciət edən pasiyentlər, Günay xanım, istər autizm spektr pozuntusu, istər diqqət əksikliyi və hiperaktiv pozuntu, istər davranış pozuntusu uşaqlar müayinə otağına girə bilmirlər. Onlar koridorda, yəni dəhlizdə başlayırlar nəyinsə oynamağa, başı qarışır, davranış. Biz həmin etapda o uşağı 30-40 dəqiqə ərzində müayinə etapında müşahidə edirik. Nəyi? Onun davranışını, diqqətini, hərəkətini, səs tonunu, ətrafındakı insanlarla ünsiyyətini, kontaktını müşahidə edirik. Müşahidəmizdən sonra nə edirik? Valideynlərdən, anadan, atadan, babadan, nənədən sorğu keçirdirik. Anamnez toplayırıq. Biz tibbi termin olaraq anamnez deyirik. Və valideynlər bizə müəyyən bir video görüntülər göstərirlər ki, bax doktor, belə oldu, belə oldu. Bunlara baxaraq dəyərləndiririk. Həmçinin anaya sual veririk. Sən hamiləlik etapında bu uşağı hamilə olanda necə keçirdin? Müxtəlif travma aldınmı hamiləlik vaxtı? Yıxıldınmı və yaxud da ki, qarın travma aldınmı? Hansısa bir iltihabı, infeksiyon xəstəlik keçirdinmi? Və yaxud da ki, sual veririk. Bax, müayinəmizə gətirmişsən, uşağı müayinəyə gətirənə qədər uşaqda hansı fiziki və zehni dəyişikliklər olub mənim müayinəmə gətirənə qədər? Hansı şübhə ilə gəlmirsən? Şübhə ilə gəlmirsən. Çünki valideyn uşağını çox gözəl tanıyır, görür ki, nəsə yolunda getmir ki, həkimə müraciət edir. Və biz hansı, belə deyək ki, müraciət etmişsiniz deyə suallar veririk. Nə baş verir bu zaman beyində? Və bundan sonra artıq 30-40 dəqiqə ərzindən sonra artıq diaqnozu təyin eləyə bilirik. Lap mən istəyirsə əlamətləri birinci sadalayım, gözləyirlər, sonra beyində gedən dəyişiklikləri soruşur ki, bax, hiperaktiv uşaq hansı uşaqdır? Günay xanım, doktor söyləsin, hiperaktiv uşağa nə etmək lazımdır? Bütün suallarınızı cavablandıracaq doktorumuz, mən də diqqətlə dinləyirəm. Deməli, diqqət əksikliyi hiperaktiv pozuntuda birincisi diqqət əksikliyi, diqqət defisiti dedikdə hansı klinik əlamətləri nəzərdə tuturuq? Şəxs diqqətini sürdürməkdə, diqqətini davam etdirməkdə, əgər bu məktəb yaşlı uşaqsa diqqətini davam etdirməkdə, diqqətini belə deyək ki, toplamaqda, cəmləməkdə çətinlik çəkir, şəxsdə diqqət defisiti, diqqət dağınıqlığı formalaşır. Bu zaman şəxsin, belə deyək ki, bunun fonunda nə baş verir? Ətraf mühitə, işinə, işləyən bir insandırsa, böyük yaşlı insanlarda da müşahidə olunur axı. Əgər bu məktəblidirsə, dərsinə, konsentrasiya ola bilmir, adaptasiya ola bilmir, dərs prosesində, iş prosesində performans göstərə bilmir, akademik bacarıqları aşağı düşür. İş keyfiyyəti aşağı düşür. Bəli, funksionallığı azalır, şəxsin anlama, qavrama, yadda saxlama problemləri yaranır. Şəxs eyni zamanda bu halda nə baş verir? Şəxsin, belə deyək ki, hansısa bir işi icra etməlidir, bunu davam etdirə bilmir, bir işdən digər işə keçir. Müəyyən bir vaxt qoyublar, həmin vaxt çərçivəsindən iş uzanır. Xüsusən qeyd edərdim, bu şəxslərdən nə edirlər? Bu uşaqlar itirirlər, əşyalarını itirirlər. Mən birinci buradan niyə başladım? Çünki diqqət əksikliyi ilə bağlı məlumat verirəm. Uşaq məktəblidir,
su qabını itirəcək, xəttkeşini itirəcək, qələmini itirəcək, gündəliyini itirəcək, üst geyimini itirib hardasa qoyacaq, şərfini, papağını itirəcək. Və yaxud da çantasını hardasa qoyacaq, itirəcəkdir. Davamlı olaraq nələrsə itirəcək. Bəli, davamlı olaraq nələrsə itirir Günay xanım. Diqqət defisitinin digər əlaməti kimi bunu müşahidə oluna bilər, məsəl üçün şəxslərdə. Böyük və yaxud da kiçik fərqi yoxdur. Bunlarda, belə deyək ki, səhvlər müşahidə olunur. Nə səhvləri? Yazı ilə bağlı olaraq səhvlər. Bizi izləyən tamaşaçılar diqqətli izləsinlər. Məsələn, görə bilərlər, imla yazır uşaq, hərf səhvlərinə rast gəlir. Və yaxud da ki, mesajlaşır WhatsApp-da kimlənsə bir tanışı, görür ki, elə bunun yazdığı cümlənin içində müxtəlif hərf qarışıqlığı və səhvləri var. Və yaxud da hərfləri yeyir. Yeyir. Və yaxud da yerini səhv salır. Sözdə hərf yoxdur deyə. Bu şəkildə ola bilər. Digər bir məsələ kimi, şəxs artıq belə deyək ki, bunlarda nə formalaşır? Unutqanlıq yaranır. Nə olur? Şəxs, xüsusən burada qısa müddətli yaddaş pozulur. Xüsusən rutin həyatımızda gündəlik hansısa bir iş fəaliyyətini icra eləməliyik, onunla bağlı yaddaş pozulur. Nə olur? Deməli, nə baş verir? Şəxs, məsələn, kiməsə söz verib ki, filan vaxtı, filan saatda orada görüşəcəyik. Məsəl üçün, bugün saat 13:00-da Günay xanım sağlam Günay verilişində görüşərik. Bir də mən gözləyirəm, yoxdur Aytən xanım. Yoxdur. Bəli, diqqət defisiti fonunda mən heç onu unuduram. Tamam unutmuşam. Tamam unutmuş oluram. Daha sonraki etaplarda nə müşahidə oluna bilər? Bu özündən asılı olmadan baş verir. Yəni bu insanlar müəyyən qeydlər götürsə belə bu onlara kömək eləyir, yoxsa yenə də yardım? Ona da baxmağı unudurlar. Bəli, ona da baxmağı unudurlar, çünki diqqət defisiti dərin olur. Digər bir məsələ kimi, bu şəxslərdə, xüsusən bu uşaqlarda incə motor funksiyalar pozulur. Bu uşaqlar ayaqqabısının bağını bağlaya bilmir. Əgər üst geyimi geyinibsə zamokunu çəkə bilmir. Köynəyinin və ya da pencəyinin yaxasını düymələyə bilmir. Dişlərini fırçalamaqda çətinlik çəkir. Digər bir məsələ kimi, qız uşaqları ise saçını belə deyək, rezinlə yığa bilmir arxadan. Elə bil ki, sanki bir gücsüzlük yaranır. Digər bir məsələ kimi, bu uşaqlar irəliləyən etaplarında nə baş verir bunlarda? Bu uşaqlar, diqqət defisiti kimi, bu uşaqlar oynama vaxtı, bağçada mı, məktəbdə mi öz növbəsini gözləyə bilmir. Sıradan çıxır. Aləmi qatır bir-birinə. Nəticədə bu uşaqlar digər uşaqlar tərəfindən düzgün qavranılmır, mübahisəyə səbəb olmuş olur. Bu sadaladığım klinik əlamətlər diqqət defisiti ilə bağlı olan klinik əlamətlərdir. Bəs görəsən hiperaktivlikdə nə müşahidə olunur? Gəldi hiperaktivliyə. Hiperaktivlik zamanı şəxs aşırı dərəcədə aktiv, hərəkətli, bir yerdə qərar tuta bilmir. O başa bu başa gedir, narahat olur, oturur, durur, otaqda iş insanıdırsa bir yerdə otura bilmir. İşini icra eləməlidir. Günay xanım, tutalım ki, məndə hiperaktivlik var, mən indi otura bilməyəcəm burada, duracam, biraz o kameraya doğru gedəcəm, qaydacam bu formada. Uşaqlar dərs prosesini icra eləyə bilmir. Sözünüzə qüvvət. Salam, mənim 8 yaşlı oğlum dərs zamanı 5 dəqiqə otura bilmir, dərhal qalxıb gəzir. Müəllimi deyir, hiperaktivdir, amma evdə elə də deyil. Necə bilək ki, bu doğrundan da hiperaktivlikdir, yoxsa sadəcə hərəkətli uşaqdır? Hiperaktivlik, ümumiyyətlə diqqət əksikliyi, ana bətnindən formalaşan bir pozuntudur. Analar bəzən deyir, Günay xanım, elə bu qarnımda da mənə təpikləyirdi, çaxnaşma olurdu. Bir yerdə dayanmırdı ki, elə o yana bu yana fırlanırdı. Doğulandan sonra belə müəyyən bir psixoloji faktorlar təkan verir. Yəni bu doğumsaldır. Nə baş verir? Daha da alovlanır. Bəli, bu uşaqlar artıq belə deyək ki, böyüdü biraz, ayağı yer açdı yeriməyə. 2 yaşı var, yeriyir artıq. Uşaqlar nə edirlər? Anasının əlindən qaçırlar, yola qaçırlar. Maşının üzərinə atırlar özünü. Bu uşaqlarda ağrıya qarşı bir tolerantlıq var. Uşaq yıxılır, yaralanır, qanlayır, heç dünya vecinə deyil. Adətən oynayanda bu uşaqları bayırda görürük. Ömür boyu qolları sıyrıntılı, qanamış, belə gələk, cızılmış, qatmaq bağlamış vəziyyətdə olurlar. Və bu uşaqlar, belə deyək ki, nə baş verir sonraki etapda? 4 yaşına qədər bu uşaqlara diaqnoz qoymaq biraz çətin olur. Niyə? Çünki valideynlər deyir, əmsi belə idi, atası belə idi, dayısı belə idi, bir yerdə qərar tuta bilmirdi, ona oxşuyubdur, düzələcək. 4 yaşına qədər artıq çətin olsa da və həkimə gətirməsələr də artıq məktəb dövrü yetişir, əsas məsələ burada başlayır. 6 yaşın üzərində artıq uşaq məktəbə gedəndə, uşaq məktəbdə part arxasında otura bilmir, bir yerdə qərar tuta bilmir, durur partanın üstünə çıxır, oynayır, dərs prosesini pozur. Özünə diqqəti cəlb eləmək istəyir. Digər uşaqları da oyuna qoşur. Birinə söz atır, birinin saçını yolur, xəttkeşini atır, qələmini yerə atır, götürür, dərs prosesini pozur, söyüşlər, təhqir ifadələri işlədir və yaxud da ki, nə edir?
fikri güya ki müəllimədədir, müəllimə buna sual verir, gözü müəlliməyə baxır, amma fikri başqa yerdədir. Nə edir Günay xanım? Axşam bir cizgi filminə və yaxud da ki, kinoya baxıbsa, bir obrazın xatirində qalıb, müəlliməyə belə baxır, fikrə gedib. Hələ oradadır. Hələ oradadır, amma müəllimənin saçına baxır, müəllimənin dodaq boyasına baxır, əlində üzüklərinə baxır, əl jestlərinə baxır, hərəkətlərinə baxır. Müəllimə qayıdıb buna sual verdikdə, sualı fikirləşə bilmir, çünki diqqəti dağınıqdır, fikri burada deyil. Bu uşaqlar irəliləyən etaplarında artıq valideynlər arasında da bir söz-söhbətə səbəb olur. Uşaqlarla münaqişəyə meyilli olur yəni, deyə. çətinliklər artıq məktəb dövründən başlayır. Bəli, məktəb dövründən başlamış olur. İrəliləyən etaplarda nə olur artıq Günay xanım? Uşaq böyüyür, yetişir, artıq 12 yaşında biz tam şəkildə diaqnozu təyin edib müalicəyə başlamalıyıq. Əgər müalicə gecikirsə, uşaq 12 yaşında nə baş vermiş olur? Nə olur? Uşaq müalicə gecikibdir. Bu uşaqlarda valideynlər nə edir? Tərbiyələndirici üsul kimi təhqir eləyirlər, küncə qoyurlar, cəzalandırırlar. Səsini kəs, səndən adam olmayacaq. Yəni valideyn başını itirir, bilmir artıq bu uşaqla necə rəftar eləsin. Otaqdan qapını bağlayıb cəza verirlər. Nəticə etibarilə artıq bu yeniyetmədir, özünü dərk eləyir. Bu uşaqlarda özgüvən əksikliyi yaranır. Uşaqlar özlərinə qapanır. Həyatdan artıq zövq almamağa başlayır, təcrid olurlar, öz həmyaşıtları ilə ünsiyyətdən qaçınırlar, çünki hamı bunlar qınıyır. Bir depressiv fon formalaşır. Hadi 16-17 yaşında bir uşaq oğlanın valideyni söyləyir ki, heç kəslə danışmır, otağından bayıra çıxmaq istəmir, hətta evdən məktəbə belə getmək istəmir. Bəs 16-17 yaşında artıq o formalaşırsa nə baş verir? İrəliləyən etaplarda diqqət əksikliyi və hiperaktiv pozuntu keçir davranış pozuntusuna. Şəxsiyyət pozuntusunu. Bir müddətdən sonra bunlar çox erkən yaşda, yeniyetməli çağından artıq 13-14 yaşlarında başlayırlar siqaret çəkməyə, alkoqol istifadə edirlər. Zərərli Bəli, narkotik maddələrə meyil göstərirlər ki, bir qadına tamına baxım necədir. Çünki özünü təsdiqləmək istəyir. Çünki valideyn bunu sıxışdırıb, təhqir edib, onu tərbiyələndirmək üçün cəzalar verib, bu isə özünü təsdiqləmək istəyir. Özünü belə deyək ki... Yəni, valideyn bu halda bilmir nə etsin. Biz bütün məsuliyyətdə valideynlərin üzərinə yıxa bilmərik, amma bu tip problemləri görərkən bir ünvan var, həkim-psixiatr. Bəzən həkim-psixiatr deyəndə elə bilirlər ki, yalnız şizofren xəstələri həkim-psixiatr gedir. Xeyr, belə deyil. Elə bugün haqqında danışdığımız diqqət dağınıqlığı, həmçinin hiperaktiv pozuntu ilə də bağlı. Vaxtında uşağın o elə bir yaşında ki, doktor dedi ki, 3-4 yaşında artıq təyin etmək olur. O yaşında müraciət etsəz, erkən müayinə nəticəsində doğru diaqnoz qoyulsa, artıq yeniyetmə yaşında da övladınızla bir probleminiz yaranmayacaq. Çünki bir çox valideynlər hal-hazırda yeniyetmə dövründə olan övladları ilə problemlər yaşayırlar və deyirlər, gözləyək keçəcək. Amma keçirmi? Bəzən mən buradan efir vasitəsilə demək istəmirəm, ümumiyyətlə bu sözü dilimə gətirmək istəmirəm. Elə hallarla rastlaşırıq ki, Allah uzaq eləsin, Allah qorusun bütün balaları. Ona görə valideynlər daha həssas olmalıdırlar. Oturub gözləməkdənsə bir addım atmalıdırlar. Tam doğru dediniz, müəyyən məqamlar var, açıqlaya bilmirik. Bunlar yəni gözlənilən məqamlardır ki, çünki bizi izləyənlər arasında yeniyetmələr də var. Bəli, mən elə suallara baxıram, bir çox valideynlərin övladları hal-hazırda bu vəziyyətdədir. Çox təəssüf. Çox təəssüf ki, irəliləyən etaplarda nə olur? Bu uşaqlarda elə körpə yaşlarından, 2-3 yaşlarından etibarən yuxu pozuntusu yaranır. Bu uşaqlar gün ərzində o qədər hərəkətdə olurlar. Bağçada tərbiyəçi, məktəbdə müəllim deyir ki, bu uşaq dincəlmir də, sakitləşmir, qərar tutmur. Gün ərzində baş verən aşırı dərəcədə hərəkətlilik, aktivlik fonunda gecə yatağına uzanmaq istəmir. Bəhanələr uydurur valideynə. Acmışam, yemək istəyirəm, birazca da su ver, susuzladım, gedim o birisi otaqdan bir oyuncağımı götürüm onunla yatmaq istəyirəm və yaxud da biraz fırlanım, iqra oynayım da, sonra yataram. Yatağına uzananda bəzən dərhal yuxuya gedirlər, bəzən də yuxuyu keçdikdən sonra yenidən yuxudan oyanırlar narahat formada. Bəzi uşaqlarda, bu pozuntu olan uşaqlarda gecə enurezi, yəni sidik qaçırma problemləri yaranır. Pasiyentimdən bir örnək gətirim Günay xanım. 22 yaşında bir pasiyentim çox gecikmiş mərhələdə enurezlə müraciət etmiş olur. Bəzən utanırlar həkimə müraciət eləmək ki, mən nə deyərəm? İstənilən halda enurez varsa, onun müalicəsi də var və müalicədə tətbiq olunur, tam şəkildə vəziyyətdən çıxmış olur. Uşaq, belə deyək ki, və yaxud da ki, gənc bir insan. Yeniyetmə olsun. Bəli, yeniyetmə olsun. Daha sonraki etaplarda nə baş verir? Biraz böyüyür, inkişaf eləyir, bu artıq gəlir elə bir yaşa çatır hiperaktivliklə bağlı olaraq. Evlənmək yaxşı yetişir. Bu şəxslər, kişilər xüsusən evlənmək istəmir. Özlərini çöldə subay hesab eləyirlər. Evə də gələndə ailə mühitinə adaptasiya ola bilmirlər. Daim münaqişəyə meyilli olurlar.
Nəticədə bəzən bizim ailələrimizin dağılmasına səbəb həmin o kişilərdə hiperaktivlik və diqqət dağınıqlığı olmalarıdır. Ailədə öz həyat yoldaşlarına diqqəti, qayğını yetərincə verə bilmirlər. Daim olaraq xaotik vəziyyətdə fikirləri dağınıq olurlar. Bir yerdə qərar tuta bilmirlər. Bir yerdə qərar tuta bilmirlər. Elə xəyanətə də məruz qoyurlar ailələrini adətən. Və nədən gedir söhbət? Daha sonraki etaplarda nə baş vermiş olur? İmpulsivliyə bir giriş eləyərdim. İmpulsivlik nədir? Şəxs düşünmədən qərar verir. Yəni nəticəni düşünmədən bir qərar verir. Qərar verir. Bu qərar ona ziyan vuracaq, vurmayacaq, fərqinə varmır. Doktor, çox maraqlı bir hissədir bu impulsivliklə bağlı. Bununla da bağlı yazan izləyicilərimiz var və hiperaktivliyin və diqqət dağınıqlığının müalicə yollarını soruşan izləyicilərimizə də səslənirəm. Söylüyorsunuz ki, müalicə yolları nələrdir? Bütün bunları dəyərli həkim psixiatrımız söyləyəcək. Doktorumuzla əlaqə nömrəsi ekranlarda 050 377 54 22 099 377 54 22. Qısa araya ayrılırıq. Dərhal sonra mövzumuz davam edəcək. Sizin sualları da səsləndirəcəm təbii ki. Və biz davam edirik. Yeni qoşulan tamaşaçılarımızı da salamlayıram. Sağlam gün ay canlı qarşınızda. Bu isə fürsət verir ki, hər an bizə qoşula bilərsiniz. Necə ki, onlarla yüzlərlə insan hal-hazırda suallarını göndərir və mən də onları çalışıb doktorumuza ünvanlayıram və studiyamızın çox dəyərli bir həkim qonağı var. Həkim psixiatrımız Aytən Namazova. Diqqət əskiliyi, hiperaktiv pozuntudan danışırıq. Bəzən bu məqamlara valideynlər o qədər də önəm vermirlər və gələcəkdə həmin bu uşaqlar böyüyür və onların həyatında çox böyük problemlər başlayır. İşdə bir yerdə qərar tuta bilmirlər. Bəli. Doktor çox gözəl vurğuladı. Ailədə bir yerdə qərar tuta bilmirlər. Dostları arasında, cəmiyyətdə bir yerdə qərar tuta bilmirlər və biz bunu xarakterə bağlayırıq. Amma bu çox səhv düşüncədir. Bəzən bu bir xarakterin nümunəsi yox, xarakterin xüsusiyyəti yox. Bir pozuntu olur, bir xəstəlik olur. Ona görə əziz valideynlər, bax gördüyünüz kimi indi daha da məlumatlanırıq. Bu cür proqramlar var, sosial platformalar var. Həkimlərimiz öz səhifələrində çox gözəl çıxışlar yerləşdirirlər, məlumatlandırırlar. Bütün bunlar bizə imkan verir ki, daha gözəl məlumatlanaq və daha gözəl nəticələr əldə edək. Bax, bu şərait varsa, biz niyə övladlarımıza diqqətlə yanaşmayaq? Mən doktorumuzun əlaqə nömrəsini qeyd etmək istəyirəm. 050 377 54 22 099 377 54 22 və söhbətimiz impulsivlikdə qaldı. Bəli. Doktor, söylədiniz ki, impulsivliyin də əlamətlərini söyləyəcəksiniz və nə olduğunu açıqlayacaqsınız. Buyurun. Diqqətə əskiklik, hiperaktiv pozuntunun 3-cü əlaməti kimi impulsivlik var. İmpulsivlik də bu, belə deyək ki, davranışla bağlı, hərəkətlə bağlı olan pozuntudur. Bu zaman qeyd etdiyim kimi şəxs düşünmədən qərar verir, düşünmədən hərəkət edir. Bu zaman nə baş verir? Xüsusən iş həyatında görərik. Şəxsin impulsivliyi fonunda şəxs qarşısındakı insanı dinləmir. Söhbət əlaqəsi zamanı onun sözünü kəsir. Mövzuya belə deyək perpendikulyar girir. Sanki dəxilsiz olaraq mövzuya girir və mövzuya daxil olaraq həmin o hal-hazırda 1-3-4 nəfər söhbət edirsə o mövzunu dəyişməyə çalışır. Və nəticə etibarilə bu şəxslər kənar tərəfindən məsuliyyətsiz, hövsələsiz, səbirsiz, ləng, laqeyd insan kimi qarşılanmış olur və çox neqativ insan kimi belə deyək ki, qələmə verilmiş olur. Çox təəssüf və qeyd edərdim ki, diqqət əksikliyi və hiperaktiv pozuntu zamanı biz əslində bu tək pozuntu halda belə müşahidə olunmur. Bəzi hallarda bu pozuntunun yanında panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, yəni anksiyete, tik pozuntusu, Turetta sindromu, həmçinin depressiv epizod belə görülə bilər. Hər iki və digər simptomları birlikdə müalicəyə başlamış ola bilirik. O halda daha yaxşı effekt əldə etmiş ola bilirik. Diqqət əksikliyi və hiperaktiv pozuntu zamanı beyində, dedik ki, beyin kimyası dəyişilir. Bu zaman beyində neyromediator sistemdə olan beynin ön bölgəsində, ön payında dopaminin miqdarı az olur və nəticə etibarilə biz fikrimizi işimizə, dərsə konsentrə eləmək istəyirik və bu halda dopamin miqdarı az olduğu üçün dopamin də bizim diqqətimizi yönəltmək, diqqətimizi cəmləmək, eyni zamanda həzz duyğusu almaq üçün lazım olan bir hormondur, neyromediatordur. Və bunu balanslaşdırmaq üçün beynin arxa bölgələrindən dopaminin sintezi ön bölgəyə doğru gəlir. Və bunu ön bölgə ilə arxa bölgə arasında olan dopaminin sintezini balanslaşdırmaq istəyir. Və nəticədə bu balans yaranana qədər, diqqətimiz toplanana qədər nə baş verir? Arxa motor, ümumiyyətlə, motor neyronlarda hərəkət aktivliyi artır.
nə diqqətimizi toplaya bilirik, nə də ki, həm də hərəkətimiz aktivləşmiş olur. Artıq patogenetik olaraq orqanizmdə diqqət əksikliyi və hiperaktiv pozuntu formalaşmış olur. Hərəkət var, diqqət yoxdur. Bəli, hərəkət var, diqqət yoxdur, eyni zamanda impulsivlik yaranıbdır. Və bu pozuntu müalicə olunurmu? Bəli, tam şəkildə diqqət... Əsas bizə verdiyiniz sualın cavabını doktor indi açıqlayacaq. Müalicə yolları varmı? Bəli, diqqət əksikliyi və hiperaktiv pozuntu tam müalicə olunur, sağalan bir xəstəlikdir. Müalicəsi həkim psixiatr tərəfindən təyin edilir. Qonşunun, qohumun, aptekin tövsiyə etdiyi dərmanlarla deyil. Çünki əgər ki, o dərmanları siz öz başına, həkim nəzarəti olmadan qəbul edərsinizsə nə baş verər? Bu zaman həm tiroid hormonda pozuntuların yaranmasına, boy hormonuna mənfi təsir göstərə bilər. Sonraki etaplarda uşaqlarda cırtdan boyluluğa, boyun inkişafdan qalmasına səbəb ola bilər. Əsasən burada psixoterapiya da olunur, farmakoterapiya da. Bizə müraciət etmiş pasiyentləri gecikmiş mərhələdə olduğuna görə ən effektiv müalicə farmakoterapiyadır. Dərman terapiyası. Dərman müalicəsidir. İki qrup dərmandan istifadə olunur. Stimulantlar, yəni aktivləşdiricilər və stimulat olmayanlar. Bu da nədən asılı olaraq seçirik? Bayaq qeyd etdim, klinik gedişatı zamanı diqqət defisiti olur, hiperaktivlik və ya impulsivlik. Hansı klinik əlamətin uşaqda və ya böyükdə üstünlük təşkil etməsinə uyğun olaraq dərman preparatı seçirik. Müalicədə hər zaman dediyim kimi qızıl standart var. Düzgün təyin edilmiş diaqnoz o vacibdir təbii ki. Həkim psixiatr tərəfindən təyin edilmiş diaqnoz, düzgün dərman seçimini terapevtik dozaya qədər, az dozadan başlayaraq terapevtik dozaya qədər qaldırmaq, xəstəliyə və uşağa və ya böyüyə yetərli dozada təyin etmək və müalicəni yetərli zaman ərzində davam etdirməkdən ibarətdir. Müalicə müddətində nə ola bilər? Təzə müalicəyə başlayanda valideynlər adətən deyir, doktor 3-4 gün biraz halsız oldu. Bütün dərman preparatlarında olduğu kimi, xüsusən psixotrop dərmanların istifadə etdiyimiz etapda müəyyən bir müddət, 3-4 gün və ya bir həftə müddətində dərmanların yan təsiri ola bilər, halsızlıq ola bilər, yuxulluq ola bilər. Daha sonra artıq bədənlə dərman bu adaptasiya, yəni uyğunlaşma etapı keçdikdən sonra artıq klinik olaraq effekt və irəliləyişi görmüş ola bilirik. Tam sağalan və tam müalicə olunan bir xəstəlikdir. Doktor, o qədər gözəl anlatdınız ki, hamısını. Bir əlavə sualım da qalmadı, ünvanlayım. Amma bir tamaşaçı sualımız var. Buyurun. İstəyirəm onu oxuyum sizə. Deyir, mənim qızım çox ağıllıdır, amma dərsdə diqqətini toplaya bilmir. Tapşırıqları yarımçıq qoyur. Diqqət əskiliyini ev şəraitində azaltmaq olarmı? Salamlayıram tamaşaçını. Qız uşağıdır Bəli, dedik. Qız uşağıdır. Bayaq qeyd etdiyim qız uşaqlarında diqqət defisiti ilə ifadə olunur. Bu uşaqlar adətən nə deyir valideynə? Müəllimə evə heç nə verməyib ki, təkrar qaldığı üstündə dərsin. Çünki diqqət o qədər dağınıqdır. Müəllimə hansı tapşırığı verdiyini belə xatırlaya bilmir. Bu uşaqlar o qədər ləng olurlar ki, dur, geyin əynini, və ya yatağından dur, yeməyini ye, çeynə, dur dərsə hazırlaş. Uşaqlar o qədər ləng olurlar ki, 5-6 saat otururlar dərsin üzərində. İndi valideyn bəlkə də təsdiqləyir mənim orada fikrimi. Bu 5-6 saat ərzində dərsini bitirə bilmirlər. Ona görə də bu uşaqlara nə etmək lazımdır bir tövsiyə olaraq. Əgər bu uşaqlar dərs prosesini 5-6 saat icra edəcəksə, 15 dəqiqə dərs oxumalıdır, 15 dəqiqə fasilə verməlidir. Yəni fasilələrlə dərs prosesini oxuyarsa, o halda daha yaxşı effekt əldə etmiş ola bilirik. Lakin əgər bu prosesi bunlar da tənzimləyə bilmiriksə, mütləq şəkildə bir psixiatrın qapısını döyülməkləri məsləhət. Bir sual da var, tez onu da oxuyum, qısa olaraq cavablandırın. 5534 nömrəli abunəçi yazır. Salam Günay xanım, doktorumuzu da salamlayıram. Mənim oğlumun 12 yaşı var, çox əsəbidir. Gözlərini tez-tez qırpır, bir müddət keçir, ağzını əyir. Bir müddətdən sonra çiynini əyir. Bunun səbəbini öyrənmək istəyirəm ki, bu bir xəstəlikdirmi? Bəli, bu bir xəstəlikdir. Burada motor tiklərdən bəhs edilir. Gözünü, üzünü, bədən əzəllərini, çiynini və yaxud da ki, vokal tik də bundan yanaşı görülə bilər. Uşaq və yaxud da böyük danışarkən içindən başqa bir xoruz səsi, it səsi və yaxud da ki, digər bir səslər çıxa bilər. Əgər bu vokal və motor tiklər bir yerdə olarsa, artıq Tourette sindromu deyirik. Tam müalicə olunub sağalan bir xəstəlikdir. Var olasınız, doktor. Mən bilirəm ki, sizin əlinizdə bütün xəstəliklər yox olub gedir. Necə ki, elə hamısı, bütün pasiyentləriniz bunu qeyd edirlər ki, həyat eşqimiz sönmüşdü, bizi yenidən həyata qaytardı. Dəyərli psixiatrımız Aytən Namazova. Doktorla əlaqə nömrəsini soruşanlar çoxdur. Hal-hazırda TikTok canlı yayımımızdan da soruşanlar var. Qeyd edirəm 050 377 54 22 0
099 377 54 22 daim doktorla sizə faydalı olmağa çalışırıq. Mən bir daha minnətdarlığımı Mən sizə bildirirəm minnətdaram Günay xanım dəvətiniz üçün. Çox Var sağ olun. olasınız. Qısa aradan sonra yenə çox faydalı bir mövzu ilə qarşınızda olacağıq və çox dəyərli bir insan qonağımız olacaq. Düşünürəm ki, onu dinləməkdə də çox böyük fayda var. Hər kəsi salamlayıram. Dəyərli həkimlərimizin sayəsində sağlamlığınız uğrunda addım atmış olacaqsınız. Sağlamlıq hər şey deyil, amma hər şey sağlamlıqdan başlayır. Sağlamlıq qorunmazsa bir gün bütün vaxtını xəstəliklərə sərf edəcəksən. Ekrana daha yaxın əyləşin. Sağlamlığımız yerində olanda enerjimiz də yerində olur. Həyatın ən böyük xoşbəxtliyi sağlam olmaqdır. Dəyərli həkimlərimizin sayəsində tibbi biliklərimizi daha da artırmış olacağıq. Sizə daha yaxın olmağa çalışırıq. Sağlamlığın dəyərini yalnız xəstələndikdə anlayırıq. Sizi sağlamlığınız uğrunda bu gün də addım atmağa dəvət eləyirəm. Həyatınızı daha sağlam və keyfiyyətli etmək üçün buradayıq. Sağlam bədəndə sağlam ruh olar. Hər zaman sağlam olasınız. Sağlam gün ay. Tibbi biliklərlə daha da maariflənək, sağlamlığımızın qeydinə bərabər qalacağıq. Hər birinizə sağlamlıq arzulayıram. Bu sevginizə görə, bu dəyərinizə görə hər birinizə təşəkkür edirəm. Tibbi biliklərlə sizə daha yaxın olmağa çalışırıq. Elə bu yolda hər gün həkimlərlə bərabər sağlığımızı qorumaq üçün sağlam gün ay olaraq qarşınızdayıq. Gününüz, ayınız sağlam olsun. Və biz davam edirik və o dediyim dəyərli şəxs artıq studiyamızdadır. Sevda xanım, xoş gəlmisiniz. Nəhayət ki, biz canlı-canlı da görüşdük. Canlı-canlı görüşdük. Biz sizinlə ekranlardan tanışıq. Ben doğrudan da mən həmişə deyirəm, Zaur müəllim, siz uşaqlarınız hamısı 24 saat işləyirsiniz. Bəli. Biz daim çalışırıq. Düşünürəm ki, çox xoş oldu. Bəli, mənə də çox xoşdur sizin bugün proqramımızda olmağınız və bilirəm ki, elə siz də bizim sıramızdasınız. Yəni bu çalışanlar sırasındasınız. 7-24 çalışırsınız. Çünki bunu bir çox məşhur insanlardan eşitmişəm. İndi birazdan onları canlı-canlı da eşidəcəksiniz, görəcəksiniz. Diqqətiniz bizdə olsun. Sevda xan Məmmədova AERS Reabilitasiya Mərkəzinin rəhbəridir. İstəyirsiniz ARS deyin, ARS deyin. Yəni hər necə də desəz, əsas odur ki, bu reabilitasiya mərkəzinin çox gözəl nəticələri var. İnanın ki, çox səbirsizlənirəm ki, həmin o nəticələri göstərək. Əlaqə nömrələrini ekranlarda görürsünüz və bugün Sevda xanım məhz sizin suallarınızı cavablandırmaq üçün buradadır, faydalı olmaq üçün buradadır və bugündən Sağlam Gün ayda o da bu maarifləndirmə işində iştirak edəcək. AERS Reabilitasiyanın əlaqə nömrəsi 099 880 17 88 070 880 17 88 və burada bir çox xidmətlər var. Təbii ki, bunu Sevda xanımla eşitmək daha gözəl olar. Elə ilk sual mən belə vermək istəyirəm ki, AERS Reabilitasiya Mərkəzi hansı sahələr üzrə fəaliyyət göstərir Sevda xanım? Çox xoş oldu. İnanın ki, o qədər xoşdur ki, sizinlə oturub söhbət eləmək. Qarşılığıdır Sevda xanım. Çox müsbət enerjiniz var deməliyəm. Çox da gözəlsiniz. Hətta gələndə dedilər ki, çox enerji. Baxın, rahat olun. Dedilər ki, enerji. Dedim ki, yox, deyəsən mənim enerjimlə rastlaşmamısınız. Mən bilmirəm ki, mənim enerjimdən çox kiminsə enerjisi var. Maşallah. Yəni doğrudan da çox xoş oldu. Amma yenə deyirəm ki, daim sizi izləyirik Zaur müəllimlə. Siz də çox çalışırsınız və bu mənə çox motivasiya verir və disiplinli bir iş görürsünüz. Bəli. Çox xoşdur. Bəli, əsas odur. Mənə görə bir insan məsuliyyətlidirsə, o hər bir işdə öndə olacaq, hər bir işin öhdəsindən gələcək, çətinliyinə asılı olmayaraq. Əslində motivasiya verə bilərlər, amma insan özünü disiplinli tərbiyə eləmirsə, disiplin yoxdursa, orada heç bir zaman uğurdan söhbət gedə bilməz. Tam razıyam sizlə. Demək ki, mən qısaca olsun, reabilitasiyanın açılışından danışım. Mən ümumiyyətlə bir sahibkarım, 20 ildir sahibkaram, mənim başqa bir şirkətlərim də var, amma AERS Reabilitasiya Mərkəzini açmağımın səbəbi odur ki, mən yuxuda şəfa tapmışam. Yuxuda? Bəli. Onkoloji problemim var idi. Yəni, onu deyirəm ki, insanlar başqa verilişlərdə
də demişəm, amma burada da sizin verilişdə birinci dəfə olduğum üçün sadəcə insanlara çatdırmaq istəyirəm ki, nədən olubdur ki, mən reabilitasiya mərkəzi açmışam. Bəli, mən onkologiya problemim var idi. Yuxu görmüşəm və yuxuda şəfa tapmışam. 3 aydan təxminən sonra yuxuda şəfa tapmışam. Hər kəs bilir, mən tanıyan hər kəs bilir ki, mən üzmə, ümumiyyətcə, meyazazada heç nə vurdurmuram. Mən sağlam qida ilə, sağlam həyatla qarşınızdayam. Maşallah olsun. Xanımdan yaş soruşmazlar. Mən sizə 18-dən o tərəfə vermərəm, amma istəsəz deyə bilərsiniz yaşınızı. Günay xanım, həmişə deyirəm ki, neçə yaş verirsiniz? Deyirlər ki, biri deyir ki 35, biri deyir 37, biri nə bilim. Deyirəm ki, neçə verirsiniz? 35-dən yuxarı vermərəm. Doğrudan da çox gözəl dəriniz. Mən də deyirəm ki, nə qədər verirsiniz o qədərdir. Yəni ümumiyyətcə, amma hər zaman çalışın ki... Mən verim 28. Ondan o tərəfə vermirəm Sevda xanım. 25 də verə bilərsiniz. İnsanlar yaş getdikcə çoxalır, amma məndə yaş azalır. Nəyə görə? Bu da nəyə ilə əlaqədardır? Yəni, əslində tutduğumuz işlərlə, gördüyümüz əməllərlə və enerji dolu bir həyatla. Çünki mən, qısaca deyim ki, mən həyat bumerang olduğuna inanıram. Və insanlar nə qədər zaman var, onu əkirsiniz, becərirsiniz. Zaman da var, artıq o əkdiyinizi yığırsınız və bəhrəsini görürsünüz. Mən onlara inanan adamam. Hər kəs Allah deyir, amma daim hər bir kəsin əməli Allahın qanunlarına nə qədər uyğundur. Mən çalışıram onun çərçivəsində yaşayım. Təbii ki, səhvlərimiz olur, amma o səhvləri də düzəltmək niyyətindən hər bir kəsə özümə qeydığım, özümə tövsiyə elədiyim, hər bir kəsə elədiyim bir tövsiyələrlə, əməllərlə bir həyatda yaşayıram. Nə gözəl. Və bu həyatınızda bir çox insanlara yardım edirsiniz. Bəli. Və məni Sevda xanımla tanış edən şəxs ilk olaraq mənə buradan salamlayıram onu, dəyərli xalq artistimiz. Çox sevirəm o xanımı, Kübra Əliyeva. Görüntülərimiz də var, mümkünsə o görüntüləri də göstərək. Kübra xanım mənə söylədi, mən bilirdim Kübra xanım hansı vəziyyətdədir və hansı ağrıları keçirir. Proqramlara gələrkən korsetdən istifadə eləyir və mən istəyirəm elə buna səsli sürətdə baxaq, öz dilindən eşidək. Baxaq. Bağlama bəriban, ürəyimi dağlama bəriban. Görürsən ki gəlmişəm bəriban, uşaq kimi ağlama bəriban. Görürsən ki gəlmişəm bəriban, uşaq kimi ağlama bəriban. Bəriban, 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 Çirvalanın nağlısı bəriban. Bəriban, 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 Çirvalanın nağlısı bəriban. Ümbildi səs, bir də buralara gəlmə anam, gəlmə. Hələlik Şirvala. Belə bir epizoddur. Allah ömür versin Kübra xanıma. Allah Hacı Baba və rəhmət eləsin. Torpağı sanı yaşasın Kübra xanım və Kübra xanım bizim verilişin daimi izləyicilərindəndir. Bunu qeyd eləməliyəm. Nə video paylaşım eləyərik, nə verilişdən sonra mənə zəng eləyər. Günay, bugün çox gözəl idin, bugün çox maraqlı qonaqların oldu, çox faydalı oldun. Mən də özüm üçün oradan nəsə götürdüm və mənə dedi ki, Günay, mən səni bir xanımla tanış eləyəcəm, Sevda xanım. Və onun reabilitasiya mərkəzi mənə necə şəfa oldu, sən onu mənim üzərimdə görürsən. Dedi, bax, mən gör necə yeriyirəm. Dedim ki, Kübra xanım, siz axı heç gəzə bilmirdiniz. Korsetlə o, ümumiyyətlə, avtomobilə oturub qalxmaqda da çətinlik çəkirdi. Və mən elə ATV kanalının həyətində onu özüm qarşıladım. Baxdım, maşallah, çox yüngül hərəkətlərlə avtomobildən indi. Bizim də bir qəşən pləkanımız var ATV-nin qabağında, hündür pləkanlar. Onu qalxdı, düzdür, mən gəldim yanında dayandım ki, kömək eləyib. Dedi, qızım, heç nə lazım deyil. ARS reabilitasiya artıq məni elə sağaldıb. Elə özümü deyil, 18 yaşında hiss eləyirəm. Maşallah olsun. Amma Kübra xanımdan sonra da bizim dəyərlimiz, onu da çox sevirəm. Bizim Aybəniz Haşimova, öpürəm onu buradan, bağrıma basıram. O da sizdən sağ olsun, ağız dolusu danışdı və dedi ki, Günay, sən onu tanımalısan. Gör mənim ayaqlarım hansı vəziyyətdə idi və mən hansı vəziyyətə gəldim. Bax, bu görüntülərlə şahid olacaqsınız. Aha, baxaq.
artistimiz Aybəniz Haşimovanı buradan salamlayırıq, can sağlığı arzulayırıq və Aybəniz xanımın o ayaqlarındakı vəziyyət hər kəsə bəlli idi. Bəzən görürsən Instagram paylaşımları da edirdi. Sosial şəbəkədə də çox aktivdir, hamı bilir Aybəniz xanım və bir çarə axtarırdı və çarəni AERS reabilitasiyada tapdı. Nə xoş bizəm. Nə xoş sizə. Biz 5 ildir artıq fəaliyyət göstəririk. Bizim fəaliyyətimiz reabilitasiya, sırf reabilitasiya ilə bağlıdır və biz çalışırıq ki, dərmansız insanların bağını Allahla bağlar. Çünki şəfa verən Allahdır və biz işimizi görürük. 90% işimizi görürük. 10% da inanc, Allah. Çünki enerjini hər bir şeyə verən Allahdır. Biz sadəcə bir vasitəçiyik və onun üçün də biz reabilitasiya mərkəzində, yəni bizim işimiz ondan ibarətdir ki, biz sevərək işimizi görüb, insanları sevərək həyata bağlamağa çalışırıq. Biz çünki nə qədər seviriksə onları, onlar da həyatı başlayır elə sevməyə. Bu hər bir orada bizdə işçilər, həkimlər, reabilitoloqlar, masajistlər, psixoloq, yəni hamısı o qədər seçilmiş, tanınmış insanlardır ki, illərdir bu yolda öz canlarını qoyublar. Yəni xidmət eləyərək insanlara. Biz əslində, mən bayaq dedim, yuxuda şəfa tapandan sonra, yəni ki, illər sonra müəyyən bir şeylərlə rastlaşandan sonra zamanca mən bunu daha da geniş açıqlayaram. Bugün birinci tanış olmağımız da ona görə bəli. 20-ci ildə pandemiya devrində hər kəs qapanırdı, amma biz iyul ayında açılmışıq 20-ci ilin. Artıq 5 ildən çoxdur fəaliyyət göstəririk və 5 ildən çox fəaliyyətimiz nədən ibarət idi? Biz serebral iflicli uşaqları, yüzlərlə serebral iflicli uşaqları təmənnasız müalicə edib və onların içərisində bir çoxlarını sağlam həyata qaytarmışıq. Yəni, özünüz də bilirsiniz, serebral iflicli uşaqları həyata qaytarmaq nə deməkdir? Çünki Azərbaycanda demək olar ki, bəlkə yeganə reabilitasiya mərkəzidir ki, o mərkəzdə bu qədər uşaqlar sağlamlığına qovuşublar və bu qədər insanlar sağlamlığına qovuşub. Əslində, biz çox dövlət xadimləri, incəsənət xadimlərin, yəni... Çoxdur, incəsənət insanları, kadr arxasında bizim rejissorumuz Məhəbbətin də sağlığına qovuşmağında rolumuz olub, o görüntülərimiz də var. Yəni, insanlar əslində, hansılar ki, gəlib bəziləri çəkiliş istəməyiblər. Bilirəm ki, reabilitasiya çox vaxt aparır, o da alınmadı. Heç ki gəlmişik bura. Ramin söz vermişdi ki, mən tam sağlanan sonra rəqs edəcəm və Ramin yenidən həkimin yanında, həkimlərimizin yanındadır. Ramin, buyurun. Öncə təşəkkür edirəm, rəqsdən qabaq təşəkkür edirəm həkimlərə. Çox təşəkkür edirəm. Yerinə yetirirsiniz. Bu çox önəmlidir. Çünki siz insanları arzularına çatdırırsınız. Mən baxıram, bir çox məqamlar var. Sinir sisteminin mərkəzi və periferik sistemlərinin xəstəliklərindən sonraki reabilitasiya ilə adından da göründüyü kimi AERS reabilitasiya mərkəzi, insultlar, baş və onurğa beyninin travmaları, nevritlər, nevralgiyalar, üz ağrıları, üz sinirinin reabilitasiyası. Bizdə görüntülər var idi. Orada xanımların üzləri tamamilə deformasiya olunmuş vəziyyətə gəlmişdi. Üzlər, bəli. Bax, əvvəl və sonralar. Bizdə Kübra xanım da olub, o müalicəni keçibdi bizdə. Bir neçə dəfə Kübra xanım müraciət eləmişdi. Əvvəlcə biz insultdan sonra onu müalicə eləmişik, lap əvvəllər sonra yıxılıbdı. Xatırlayıram, bəli. Bir neçə dəfə, bəli. Artıq 3-cü dəfə Kübra xanım şəfasına AERS reabilitasiyada qovuşdu və... Afaq xanım Bəşir qızı. Afaq xanım, bəli, bizim dəyərli xalq artistimiz. O görüntülər də bizdə olmalıdır. Elə mümkünsə Afaq xanımın, Afaq Bəşir qızının da görüntülərinə baxaq səsli sürətdə. Və xüsusi hörmət, xüsusi izzət, bu sənətkara olan sevgi, hörmət görəndə mən ümid eləmədim ki, Rəşid doktor məni boynuna götürəcək. Çünki bədəndə saysız hesabsız əməliyyatlar, xəstəliklər, ürəklə dedi ki, siz sağalacaqsınız. Biləcək bir xoşbəxtliyə nail olmuşam. Artıq 5 gündür mən əsassız gəzirəm. Şükür, çox şükür. Allah can sağlığı versin sizə Afaq xanım və biz onu doğum günündə gördük. Özü, öz ayaqları üstündə gəzə-gəzə gəldi, qonaqların qarşısına çıxdı. Bu sizin uğurunuzdur. Doğrudan da yazmışsınız sonra bizim işimiz sözümüzdür. Doğrudan da işiniz göz qarşısındadır. Günay xanım, Afaq xanım özünüz də bilirsiniz gələndə, yəni ki, bizə necə idi və biz ona söz verdik ki, biz çalışacağıq ki, siz yenidən səhnəyə qaydasınız və sizin çox görüləcək işləriniz var.
Yəni doğrudan da elə elədik. Yəni Var olasınız. işimizi bəli, sözümüzlə nöqtəni qoyduq. Bu indi İnşallah məşhurlardır, amma məşhurlardan əlavə o qədər nəticələr var ki, görünməyi istəməyən insanlar var ki və bu 5 il, yəni az müddət deyil, amma bu müddət ərzində onlarla yox, yüzlərlə yox, minlərlə pasiyentin həyatına bir işıq olmusunuz. Nəticə ümumiyyətcə deyəndə Azərbaycanda hər bir kəs biz deyər sadalaya bilərik ki, yəni ki, hansı nəticə? Biz deyək ki, bizim nəticəmiz odur ki, biz mənfi rəylər almırıq. Nəticəmiz ondan ibarətdir. Əgər mənfi rəylər 1 dənə, 2 dənə, 3 dənə varsa, yəni bu əslində klinikanın ən böyük uğuru deməkdir. Yəni ki, 5 ildə çalışasınız və insanların bu qədər rəğbətini qazanasınız, hörmətini qazanasınız. Hər bir kəs klinikaya gələndə, yəni hər bir kəs deyir ki, o qədər bizi sevgi ilə qarşılayırlar, hər bir işçi sevgi ilə qarşılayır. İnanın ki, orada yəni qapıdan qarşılayırlar, içəri aparırlar, hər biri reabilitolog, masajist o qədər sevərək işini görür ki. Çünki komandanın başında siz dayanmısınız. Ona görə. Hətta bəzən belə bu bizim bir dənə qonaq gəlmişdi, professor Dubaydan, dünən yox o birisi günü. Biz giririk otağa, mən klinikanı göstərirəm ona və xanım deyir ki, mən bilməmişəm ki, siz klinikanın rəhbəri olmusunuz, icazə verin sizi öpüm eləyim. İnanırsınız, professor özü o qədər təəccübləndi ki, yəni ki, siz bu qədər işin acaba içindəsiniz ki, hər bir kəslə individual görüşürsünüz. Ona görə də belə nəticələriniz var. Sevda xanım, bax, Sevda xanım özü hər bir ora gələn, müraciət edən, yaşından asılı olmayaraq, uşaq, yeniyetmə, böyük, yaşlı, fərq etmir. Hamısına özü individual olaraq yanaşır, problemi ilə maraqlanır və təbii ki, orada çalışan o peşəkar mütəxəssislərlə bərabər çarə tapırlar və AYŞ Reabilitasiya Mərkəzinin əlaqə nömrələrini İstəyənlər üçün qeyd edirəm 099 880 17 88 070 880 17 88. Ünvan olaraq Zaur Nüdir Əliyev küçəsi 14B ünvanında yerləşir. Həmçinin Instagram səhifəsini də ekranlarda görürsünüz. Və biz davam edirik, özü də canlı və elə bir gözəl xanım qonağım var ki, inanın bu müddət ərzində onunla söhbətdən doymadım, çox müsbət enerji aldım, çox faydalı mövzularla qarşımızda olacaq bundan sonra Sağlam Gün ayda. AYŞ Reabilitasiya Mərkəzinin rəhbəri Sevda xanım Məmmədova bizlə bərabərdir. Bir daha xoş gəlmişsiniz, xoş gördük sizi Sevda xanım. Siz o qədər gözəl görürsünüz ki, əslində deyirlər də gözəl görmək, gözəli görmək savabıdır, amma siz gözəl görürsünüz. Var olasınız. Doğrudan da çox gözəlsiniz və əziz xanımlar, birazdan Sevda xanım öz sirrini deyəcək. Ona sual verdim ki, bax, necə belə gözəlsiniz, üz quruluşunuz, üz cizgiləriniz və üzündə heç bir müdaxilə yoxdur. Söylədi, bəli, düz deyirsiniz, mənim üzümdə heç bir müdaxilə yoxdur, amma mən gözəl qalma sirrim var. Nədədir? Ona axırda deyərik. Birazdan söyləyəcəyik, səbirli olun. AYŞ Reabilitasiya Mərkəzinin əlaqə nömrələrini qeyd edirəm. 099 880 17 88 070 880 17 88 Zaur Nüdir Əliyev küçəsi 14B ünvanında yerləşir. Çox suallar var və istəyirəm o sualları sizə ünvanlayım. Xüsusən də bax, hal-hazırda payız mövsümünü yaşayırıq və yaz-payız aylarında hər kəs mənlə razılaşar. Xüsusən də uşaqlıqda bir travması olan, yıxılan və yaxud da hər hansı bir digər problemlərə bağlı olaraq oynaq xəstəlikləri bu müddətdə daha da özündən xəbər verir, siqnal verir və oynaq ağrılarından əziyyət çəkənlər yaz-payız aylarında bu ağrıların daha da kəskinləşdiyini vurğulayırlar. Olsun ayaq ağrıları, artrozun müxtəlif dərəcələri, qol ağrıları, çiyin ağrıları. Bax, bəzən lazım oldu, olmadı. Bu ağrılardan əziyyət çəkən insanlar əməliyyata üst tuturlar. Amma hər zamanmı əməliyyat köməyə gəlir, yoxsa bu ağrıları aradan qaldırmaq mümkündür? Bu ağrıları əslində aradan qaldırmaq mümkündür. Çünki biz reabilitasiya mərkəzi olaraq sizi bu ağrılardan azad eləyirik. Bizim azad eləmə məqsədimiz hamısı nədən ibarətdir? Çünki biz reabilitasiya mərkəzi olaraq ümumi yanaşırıq sizin xəstəliklərə. Məsələn, gəldiniz bizim, bəzi insanlar yeriyə bilmir. Amma bizim reabilitasiya mərkəzindən bütün xəstələrimiz hamısı şəfa tapıb gedir. Ona görə ki, biz sevərək qarşılayırıq. Onun arxasında bir işimiz var, işimizi görürük. İşimiz nədən ibarətdir? Biz reabilitasiyanın içərisində bir tək elektroterapiya eləmirik. Müalicəvi bədən tərbiyəsi, manualni terapiya, masaj və elektroterapiya
edirik. Əslində bizim üçün elektroterapiya bunun 20-30%-ni həll edir. Amma ümumiyyətcə enerji dediyimiz bir şeylər var. Biz çalışırıq bunların hamısını enerji və sevgi ilə aradan götürək. Və onun üçün də siz özünüz də bilirsiniz, bir çox insanlar gəliblər, yəni tək məşğullar deyil. Yəni bizim klinikaya gələnlər hər bir kəs görür ki, gəlir şəfasını tapır gedir. Siz bu ağrıların hamısından dərmansız, əməliyyatsız qurtula bilirsiniz. Yetər ki, arsın bizim klinikanın qapısından içəri girin və bir gün olsun, bircə gün özünüzə sərf edin, sonra özünüz artıq hər şeyi görəcəksiniz. Bir gün sərf edin, bir seansı sərf edin özünüzə, zaman hər şeyi sizə göstərəcəkdir. Və mən istəyirəm ki, məhz Ars Reabilitasiya Mərkəzinin, hansı ki Sevda xanım o mərkəzin rəhbəridir, çox gözəl kollektivləri var. Orada məhz serebral iflicdən əziyyət çəkən balalarımızın da çox müraciəti görülür və elə hal-hazırda bizə yazan müxtəlif bölgələrimizdən, Azərbaycanın müxtəlif güşələrindən bizə mesaj yazırlar ki, mənim övladımın yeriməsində Sevda xanımın da çox böyük zəhməti var. Baxmayaraq ki, o bir mütəxəssis deyil, o bir rəhbərdir, amma hər bir pasiyentə bir individual yanaşma var AS Reabilitasiya Mərkəzində və hətta ora müraciət edən pasiyentlər bilmirlər ki, Sevda xanım oranın rəhbəridir. Çünki onları qarşılayır, onların problemi ilə maraqlanır və doğrudan da çox gözəl nəticələr əldə edir və biz bilirik ki, serebral iflicli uşaqların yeriməsində, xüsusən də elə hallar, elə mərhələlər olur ki, elə ağırlıq dərəcəsində olur ki, yeriməsində çox böyük problem olur. Hərəkətsiz qalırlar, əllərinin tərpətməyində, ayaqların yeriməsində. Bax, çox gözəl nəticələr əldə etmişsiniz. Mən istəyirəm, bax, həmin ailələrə səslənək sizin vasitənizlə. Biz serebral iflicli uşaqları 3 il içərisində doğrudan da onlar böyük bizə təcrübə qazandırırlar və biz doğrudan da onların üzərində, onlarla işləyərək daha çox o deyirlər, həyat təcrübəsi və doğrudan da insanların həyatda insan olması üçün hansı daha da güclənmə, o ruhsəlliyi, daha da insani keyfiyyətləri daha da güclənməsi üçün inanın ki, biz çox şeylər əldə etdik. Çünki bu insanlar, bu ailələr çox həssasdır və bu mövzu o qədər həssasdır ki, bu cəmiyyətin problemidir. Hal-hazırda özünüz də bilirsiniz ki, yəni ki, bunu bir çox ailələr bilir. Yəni, tək Azərbaycanda deyil, bütün dünyada autizm, serebral iflic uşaqlar daha da çoxalıbdır. Və erkən yaşında valideynlər bunu bilərək, bilirlərsə və onun problemini anında həll eləməyə çalışırlarsa, inanın ki, mümkündür ki, 7-8 yaşına kimi bu uşaqlar çoxları yeriyə bilirlər və sağlam həyata dönürlər. Demək ki, 80-90% bunlar özlərini idarə eləyirlər və cəmiyyətdə heç kimdən asılı qalmırlar. Əsas da serebral iflicli uşaqları, autizm uşaqlarına bunları öyrətmək lazımdır ki, bunlar heç kimdən asılı qalmasınlar. Günay xanım, illər öncə bir dənə bir şey istəyirəm burada vurğulayam. Buyurun. Və bir gözəl bir insan hal-hazırda telefon xəttindədir. Sözünüzü bitirən kimi ona alo söyləyəcəyik. Ona qoy danışsın gözəl insan. Onda alo deyək. Bizim çox sevdiyimiz, dəyərli sənətkarımız, Azərbaycan Respublikasının xalq artisti, dünyalar qədər xətri bizə əziz olan, doğma insan, bir məşhur kimi yox, onu bir doğma insan kimi sevirik. Kübra Əliyeva telefon xəttindədir. Alo. Kübra xanım. Kübra xanım. Ay can. Can. Öncəliklə sağlam Günay verilişinə görə səni təbrik edirəm. Can, çox sağ olun. Çünki inanırsan, mən daima bu verilişə diqqətlə qulaq asıram. Var olasınız. Hətta Allaha and olsun, bayaq Ayazla qulaq asırdım. Sevda xanımla qabaqki qonağınızın uşaqlar haqqında dediyi o yaddaşsızlıq falan, o qədər gözəl sözlər dedi. İnan bu xalqımıza bir qidadır. Bəli. Qaldı Sevda xanıma, mən minnətdaram Ars Reabilitasiya Mərkəzinə. Nədən? Allah heç kimi yıxmasın. Amin. Kübra xanım, yaşlı qadınam da 3 dəfə çox pis yıxılmışam. Allah köməyiniz olsun. Xəbərimiz var, bəli. Yeriyə bilmədim. Sağ olsunlar, məni yeritdilər. 2 qollarım üstündə yıxıldığım üçün qollarımı qaldıra bilmirəm.
bilmədim. Bax görürsüz, axırda məni rəqs elətdirdi, mənim əlim qalxdı, oynadım. Nə gözəl. Ondan sonra canım sadəsi, mən orada başda əlbəttə Sevda xanım, Rəşid doktor, Şəfa doktor, Rəna qızıma, Cinarə qızıma minnətdaram. Bütün kollektiva, hətta orada necə deyirlər, qapıdan girəndə ki, oturan qızımıza belə minnətdaram. O qədər gülər üzdü. Elə bilirsən, öz ailənə girirsən. Elə bilirsən ki, sənin ailə üzvlərin sənin sağalmağın üçün sənə yardım edirlər, səni müalicə edirlər. Bax, bu reabilitasiya mərkəzində mən onu görürəm. Hal-hazırda mənim nəvəm də yıxılıb, Zəhrə nəvəm. Allah heç kəsi yıxmasın. Bu günləri o da orada müalicə alır. Çox da razı qalır. Bilirsən, Günay qızım, çox sağ ol, təşəkkür edirəm. Sənə müraciət elədim, çünki Sevda xanım Allah'a şükür başqa kanala da gedir. Ancaq istədim ki, sənin yanında olsun. Bu proqramda da o işıqlansın. Mən özüm hərdə maşınla gedəndə maşınımı saxlayıb düşürəm orada. Orada reabilitasiya mərkəzində o dediyiniz xəstə uşaqlar ki, yeriyə bilmir. Bax, şəkillərim də var. Onları bağrıma basıram, öpürəm. Onların valideyninə təşəkkür edirəm ki, siz necə gözəl anasınız, necə valideynsiniz. Halal olsun sizə ki, siz balalarınızın ayağa qalxması üçün bu reabilitasiya mərkəzinin işçilərinlə birlikdə çalışırsınız. Və o uşaqlar ayağa qalxıb, asta-asta yeridikcə mən onun şahidi olub, bir ana kimi, bir nənə kimi, bir xalqımızın bir aktrisası kimi çox sevinirəm. İnan Allaha, o qədər sevinirəm. Hər ananın balası sağlam olsun, hamısı hərəkətdə olsun. Amin inşallah. Hərəkət eləyin əziz xanımlar. Dayanmayın. Evdə oturub, mən evdə iş görürəm, hərəkət edirəm, deyil. Hərəkət eləmək üçün bax, hər şeyə adamlar maddiyyət tapırlar. Amma sağlamlığını ən sona saxlayırlar. Sonda da müalicə də çətin alınır. Hələ ki sağlamsan, hələ ki ayağın üstə durursan, reabilitasiya mərkəzinə gedib, orada inkişaf etsin bədəninin əzələləri, sağlamlaşsın, yaşlaşdıqca cavanlaşmaq üçün getmək lazımdır ora. Var olasınız. Allah sizə can sağlığı versin Kübra xanım. Sizi sevirik, sevirik. Çox sevirəm Kübra xanımı. O qədər müsbət. Buyuran Sevda qızım da təbrik edirəm ki, ATV kanalında Günay qızımın sağlam Günay verilişinə dəvət olundu. Sevirik sizi. Allah sizə ömür versin. Nə yaxşı ki varımızsınız. Nə yaxşı ki Azərbaycan mədəniyyətinin incəsənətinin belə bir aktrisası var. Gözəlimiz var. Var olasınız. Təşəkkür edirəm. Mən əməkdar artistəm. Mən də xalq artisti elədim. Elə siz xalq artistisiniz. Siz xalq artistisiniz Kübra xanım. Bəli, xalqın artistisiniz. Var olasınız. Sizi çox sevirik. Allah ömür versin Kübra xanım. Sağ ol, qadan alım. Sağ ol. Var olasınız. Doğrudan da mən çox sevinirəm ki, Kübra xanım bugün verilişimizə zəng elədi. Hər dəfə mənə söyləyirdi ki, diqqətlə izləyirəm verilişi və çox gözəl dedi, Sevda xanımı sən mütləq tanımalısan və Kübra xanım, mən sizə təşəkkür eləmək istəyirəm ki, bu xanımı tanıdım. Doğrudan da çox qəribə bir enerjisi var və düşünürəm ki, elə mən də o əyləş reabilitasiya mərkəzinə artıq sabahdan gedəcəm, deyəcəm nəyə görə, hansı məqama görə və Kübra xanım o adları çəkdi, sizin kollektivin üzvlərinin adlarını çəkdi Sevda xanım. Siz başda olmaqla istəyərəm, oradakı işçilərin də adını çəkək. Kimlər var, hansı mütəxəssislərdir, hansı sahənin mütəxəssisləridir? Bu barədə də izləyicilərimiz bilsinlər. Bizim baş həkimimiz Rəşid Muradov. Professor da Rusiyada qutarıb, Gülhane klinikasında işləyirdi. Azərbaycanda demək olar ki, hərbi hospitalda nevrologiya şöbəsinin 25 il şöbə müdiri işləyibdi. Bizdə Şəfa doktor, manual terapist, neçə ildir bir 25 ilə yaxın təcrübəsi var. Fərhad doktor da, onun da bu idman üzrə 40 ölkədən, yəni idmançılarla xaricdə daim olubdu, təmsil eləyibdi. Çinarə doktor Moskvada qutarıbdı. Ramiz reabilitolog, İsa reabilitolog. Bunlar inanın ki, o qədər gözəl reabilitologlardır. Yəni Afaq xanım, Bəşir qızından soruşa bilərsiniz, Aybəniz xanımdan soruşa. Zaten bunların bəli, hamısının əlində qeyri-adi bir şeylər var və insan sevgisi var. Ən əsası olanıdır. Ən əsası odur, bəli. Bizdə çox gözəl, yəni biz artıq bir insan da bizim mərkəzdə başlayıbdı. İlham Mirzəyev psixologiya şöbəsinin müdiridir. Yəni bəli, yəni İlham müəllim özünüz də bilirsiniz ki, yəni onda da qeyri-adi bir enerji var və biz birlikdə insanları daha da deyək ki, bu stressdən azad etmək üçün
psixoloji bir dəstək olmaq üçün. Çünki bizdə nevrologiya, fizioterapiya bunların hamısı var. Amma bir də bizim ehtiyacımız var idi ki, psixologiya şöbəsi. İnanırsınız Günay xanım, indiyəcən nə qədər psixoloqlarla söhbət eləmişdik, amma İlham müəllim daha da içlərində... Xeyirli uğurlu olsun. Teşəkkür edirəm. Sonda vaxtımız az qalıb. Mən istəyirəm həm gözəlliyinizin sirrini deyəsiniz, həm də mən deyəcəm nəyə görə gələcəm sizin klinikaya. Buyurun. Demək ki, mən Günay xanım məndən soruşdu. Mən doğrudan da heç bir müdaxilə indiyəcən özümə eləməmişəm və onun sirri mənim daim manual terapiya üzmə elədiyim masaj. Xüsusi masajdır. Bəli, xüsusi masaj, lifting masajdır, mukalli masajdır. Bunları eləyirəm. Mən bilirəm ki, bu ağız içi masaj olur. Bəli, o bukalli xüsusi bir masaj, bukal masaj adlanır. Bəli, bukal masaj adlanır və mütəmadi olaraq, yəni bizdə insanlar bilmir, masaj etmək lazımdır. Ən azı ildə 1-2 dəfə 10 gün özünüz üçün zaman vaxt ayırın. 10 gün nəyə görə deyirəm? Çünki xarici ölkələrdə, bir çox ölkələrdə insan 10 gün reabilitasiya olunur. Bu sağlam insanlar üçün də lazımdır. Çünki reabilitasiyanın içərisində masaj, idman, bunlar hamısı kompleks keçilir və orqanizm hər dəfə öz itirdiyi elastikliyi yaxud da müəyyən bir problemləri bərpa edir. Çünki qan dövriyyəsi ikisi bərabər olanda qan dövriyyəsi güclənir və orqanizm də istər-istəməz əhval-ruhiyyəni düzəlir, xəstəliklərin qarşısı alınır və beləliklə hər zaman sağlam olursunuz, gözəl olursunuz. Bir də üstəlik, yəni mən dedim, soruşdu üzün sirrini də. Yəni mən üzümə ilbis qoyuram, bu qalagendir, bəli. Yəni sizə də tövsiyə edirəm. Bax, sirri bölüşdü, söz vermişdi, bölüşdü və mən baxıram, bax, artritlərlə, bəli, var olasınız. Artrozlardan sual verənlər var, skalyoz, lardoz, kifozlardan əziyyət çəkənlər var, bel, onurğa, kürək ağrılarından əziyyət çəkənlər var və iynə batırmanı soruşursunuz ki, AS reabilitasiyada var, bəli, hamısı var. Akupunkturla da bağlı AS reabilitasiya mərkəzinə yaxınlaşa bilərsiniz. Ünvan Zaur Müdir Əliyev küçəsi 14B, əlaqə nömrələrini bir daha qeyd edirəm. 099 880 17 88 070 880 17 88. Bizim seanslara çox üzr istəyirəm. Sonuncu dəfə bir-iki cümlə deyim. Bizim seanslara nə daxildir? Yəni tək gələndə elektroterapiya görmürsünüz. Biz seansların içərisində sizdən ayrı-ayrı qiymətlər almırıq. Sadəcə bir seansa bir qiymət deyirik və paketlər təqdim edirik. Siz o paketləri seçirsiniz. O paketlərin içində masaj, idman, manualli terapiya kompleks yanaşmadır. Çünki biz reabilitasiya mərkəzində elə qurmuşuq ki, siz ümumi gəlib oradan, yəni problemlə gəlirsə, problemsiz çıxırsınız. Təşəkkür edirik. Sevda xanım, çox xoş oldu sizinlə bugün söhbət etmək və qeyd etməliyəm ki, AS Reabilitasiya Mərkəzi haqqında növbəti verilişlərimizdə daha da ətraflı məlumat alacağıq. Amma siz ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayaraq sizi narahat edən məqamları, sualları ünvanlaya bilərsiniz. Biz isə davam edirik. Növbəti mütəxəssisimizlə yenə çox maraqlı bir mövzuda söhbətimiz başlayacaq. Bugün də faydalı olmaq üçün qarşınızdayıq. Aytən Səfərova bizlə bərabərdir. Tibb üzrə fəlsəfə doktoru, cərrah, mama, ginekoloq. Xoş gəlmisiniz, doktor. Xoş gördük hamını. Və Aytən xanım söyləyir ki, bu proqramda mənə çıxış etmək çox rahatdır. Çünki Aytən xanım bilirsiniz ki, onsuz da çox savadlı, çox dəyərli bir həkimdir. İllərini həsr edib bu sahəyə. Neçə-neçə körpələrin dünyaya gəlməsində əvəzsiz zəhməti var və bu zəhməti təbii ki, biz itirə bilmərik. Elə Aytən xanım efirdə olmaz. Daha sonra efirdən sonra Instagram paylaşımımız oldu, TikTok paylaşımımız oldu. İnanın o qədər xoş sözlər yazdılar. Ay mənim həkimim, 2 balamın dünyaya gəlişinə kömək edən həkimim. Çox idi belə bax mesajlar. Bu məni çox sevindirdi Aytən xanım. Bəli, inanın məni də çox sevindirir. Hətta bəzən liftlər çox dolu olur. Bəzi yerlərə gedir, basıram. Aytən xanım, gəlin, bunlar sizin evladlarınızdır. Yəni ən olduğum, insanın az olduğu ortamda belə tanımadığımız heç kim yoxdur. Hər evə bir evlad vermişik deyə düşünürəm. Əlbəttə ki, buna bizim də illərimiz gedib, zamanımız gedib, amma çox sevinirik ki, biz bunlara nail ola bilmişik.
Yəni çox böyük zəhmətin nəticəsidir. Bax bu indi hal-hazırda gələn mesajlar, elə indi də mesajlar gəlir, elə bir gözüm ordadır, amma efiri də aparmaq lazımdır. Bugünkü mövzumuz da qadın sağlamlığı üçün çox önəmli bir mövzunu əhatə edəcək. Əziz xanımlar, bu mövzu hər birimizə aiddir. Ona görə diqqətlə dinləmək lazımdır. Ekrana daha yaxın əyləşin, amma bir xatırlatmamız var. Gəlin onu izləyək. Ötən həftə nədən danışmışdıq? Bundan xəbərimiz olsun. Dərhal sonra bugünkü mövzumuza keçid alacağıq. Sonsuzluğun müalicə yollarından danışaraq o insanların da yoluna bir işıq salmış olacaq. Bəli, əgər bir il içərisində hamiləlik əldə edə bilmiriksə, bunun adı artıq birincili sonsuzluq. Heç bir şikayəti yoxdursa, 3 aya, 6 aya gedib müayinə olmasına ehtiyac yoxdur. Əgər bunlarda problem varsa, bu problemlərə dayanaraq problemi həll etməmiz lazımdır. Ana səbəbləri tapmamız lazımdır. Sonsuzluqda ən önəmli faktor yaş faktorudur. 40 yaşında insanda ana olar, 42 yaşında insanda ana olar. Sonsuzluğu 3 səbəb olaraq 3 yerə ayırıblar. Kişiyə bağlı səbəb, qadına bağlı səbəb və səbəbi açıqlanamayan səbəb. Müalicə şəklinin seçilməsi lazımdır. Polikistik over sendromu ola bilərsiniz, metabolik bir probleminiz ola bilər. Demək olar ki, artıq tamamən sonsuzluğa son deyilib. Amma doğru yolu sizə göstərməzlərsə, siz dolana bir şəkildə çatacaq sizə, bəlkə də çatmayacaqsınız. Gözləyin, amma gözləmənin də müddəti var, gözləmənin də yaşı var. Yumurtalarını donduracaqlar, toxumu donduracaqlar, daha sonra tədavilərinə davam edəcəklər. Doktor, belə ətraflı cavab verdiyiniz üçün mən sizə təşəkkür edirəm. Tibb üzrə fəlsəfə doktoru, cərrah mama ginekoloq Aytən Səfərova ilə əlaqə nömrəsi ekranlarda 050 777 19 19. Çalışdığı ünvanı soruşanlar üçün Baku Medical Plaza'nın mərkəzi filialını qeyd edirəm. Ünvan Rəşid Behbudov 389 ünvanında yerləşir. Hər cür ginekoloji əməliyyatlar, açıq və laparoskopik cərrahiyyə, yumurtalıq kistləri, uşaqlıq miyomları, uşaqlıq sallanması, uşaqlıq qanaxması səbəbi ilə uşaqlığın alınması, vaginoplastika, sidik kisəsi sallanması, bağırsaq divarı sallanması, sidik qaçırma, uşaqlıq boynu xəstəliklərində cərrahi işləmlər, boru bağlanması, histeroskopiya, uşaqlıq daxili polip, uşaqlıq daxili ara kəsmə, uşaqlıq daxili miyomalardan əziyyət çəkənlər də tam rahatlıqla Aytən Səfərovaya müraciət edə bilərlər. Biz isə bugün Aytən xanımla HPV virusu və cinsi yolla keçən infeksiyalardan danışacağıq. Yəni insan papiloma virusundan danışacağıq, hansı ki dünyada qadınlar arasında uşaqlıq boynu xərçənginin əsas səbəblərindən biri kimi qeyd olunur və həddindən artıq çox sual gəlir bizə. Demək olar ki, hər bir doktor... Elə ona görə də bu mövzunu seçdi. Son zamanların modası, trendi deyirəm mən buna. Çünki oturduğum ortamlarda mütləq kimsə mənə HPV testini göstərir. Evə gedirəm, mesaj olaraq bir HPV analizi gəlir. Buna baxın. Əslində, bəli, HPV hər zaman vardı. HPV bugün aşkarlanmayıb. HPV bugün yoxdur. Və ya HPV peyvəndi var idi. Mən asistankən də 24 yaşımda HPV peyvəndi var idi. Amerika ilə hətta bir qruplar arasında bir anlaşmamazlıq vardı. Bir qrup mütləq HPV peyvəndi vuraq deyirdilər. Digər qrup yox, peyvəndi vurmaya bu çox böyük risklərə səbəb olur deyilirdi və bir müddət bir sakitlik çökdü. HPV peyvəndi və HPV haqqında heç kim danışmadı. Danışmadı deyil, danışdı. Əlbəttə ki, araşdırmalar getdi, araşdırdılar, baxdılar, bu peyvəndi yenilədilər və son dövrdə peyvənd yenə məşhurlaşdı və ortaya çıxdı. Bu peyvənddən yanamıyam? Xeyr. Peyvənd tərəfdarıyam? Bəli. Niyə peyvənd tərəfdarıyam? Çünki peyvənd bizi və evladlarımızı
iləridə HPV virusuna yoluxmanın önünü kəsəcək. Ən gözəl qorumadır. Bəli, hətta mən bunu 9 yaşından sonra qız uşaqlarına, hətta oğlan uşaqlarına məsləhət görürlər. 9-u biraz erkən görməyimə rağmen 12 yaşından sonra uşaqlara vurulmasının daha məntiqli olduğunu düşünürəm bir kadın doğumcu olaraq. Niyə görə düşünürəm? Çünki iləridə bu stresi yaşamamaq üçün. Çünki bilirsiniz, ətrafda bir yalan da dolaşır. Çox gözəl bir söz var, deyirləri, yalan şirin saqqız kimidir, hamı çeynəməyi sevər. Yalanı da nədir bu işin? Əlbəttə ki, sən xərçəng olacaqsan, əgər səndə HPV virusu çıxıbsa. Biz bugün bunu aydınlaşdırmamızı istəyirik. Çünki xərçəng olmayacaq, amma bunun stresindən xərçəng olacaq insanlar. Doğru bilgi verməmiz önəmlidir. Biz HPV tipləməsini nə üçün edirik? HPV tipləməsini etməyimizin səbəbi, əgər siz HPV virusuna yoluxmamısınızsa, sizə HPV-nin peyvəndini vura bilək deyə edirik. Əgər HPV-niz varsa, HPV-nin hansı növü var? Sizə iləridə bu HPV virusu zərər verə bilərmi? Əgər zərər verərsə və zərər verməsin deyə uşaqlıq boynundan nələrə baxa bilərik və hansı nəzarətlərdə olmanız lazımdır, müayinələrdə olmanız lazımdır. HPV virusu olsun və ya olmasın. Onsuz da qoyulan bir qayda var, ildə bir dəfə bütün xanımların müayinədən keçmələri, bu ildə bir olmasa belə 2 ildə bir uşaqlıq boynundan pap smear dediğimiz tarama, yani buradaki hücreler mikroskop altında incelənir. Mikroskop altında incelənməsinin də səbəbi bu hücrelerde ileride, yani 5 yıl sonra, 10 yıl sonra bu hücrelerin xərçəngə gedə bilmə riskini görebilmemiz için, baxın, bu xərçəngsən demə anlamına gəlmir. Bu hücreleri incelerken eğer biz bu hücrelerde şüphe görürüksə ki, bu hüceyrə məsələn olmalı da alma formasında, belə başa salım, özünün şəklini dəyişib olub armud formasında. Yəni, bunun şəklini dəyişmə səbəbi nədir? Bunun HPV-yə mi məruz qalması? Yoxsa kənardan hər hansı bir iltihaba mı məruz qalması? Yəni, anlatabildim mi? Yoxsa adi bir antibiotik tədavisindən sonra o hücrə özünü toparlayıb əvvəlki halına mı gələcək? Yoxsa bu hücrə iləridə öz şəklini dəyişə-dəyişə, təbəqə bir şəklini dəyişəcək. Bunu gözdən qaçırmamamız lazımdır. Doğru qoyulan diaqnoz, vaxtında qoyulan diaqnoz, əgər xəstə hücrə doğrudan da xəstədirsə, o xəstə hücrəni ortadan qaldırmaqla biz o insanın həyatını qurtarmış oluruq. Bunu da necə etməmiz lazımdır? İldə bir, 2 ildə bir insanların uşaqlıq boynundan pap test dediğimiz sade, ucuz bir testlə, bəli, hətta Amerikada bir çox devletlərdə bunu poliklinikalarda hər gələn xəstədən və ya evlərə sorğu göndərərək 1 saniyəyə edirlər. Yəni uşaqlıq boynundan sadəcə tarama edir. Çox mu güvənilir bir yöntəmdir? Bütün xəstələrin uşaqlıq boynundakı hücrədəki dəyişikliyi tuturmu? Xeyr. Amma biz kütləvi etdiyimiz zaman çok insanı kurtarmış oluruq mu? En azından test çok güvenilir olmasa da, yalan pozitifliği yüksek olsa da, en azından daha sonradan bir şüpheyle o insanı bu şüpheden çıkarmış oluruq. Və onun canını kurtarmış oluruq. Bəli. İndi gəlim HPV-yə. HPV-nin 200 növü var. Yani 200 dənə şuşu var. Bu 200 növün hamısı mı zərərlidir? Bir də bu var. Yəni HPV-yə baxırlar, bilməm neçə növü məndə var, mən uşaqlıq boynu xərçəngi olacağım. Xeyr. Artıq yazanlar var. Məndə 16-dır, 18-dir, 20-dir. Nədir bu ümumiyyətlə rəqəmlər? HPV virusunun, bu sadəcə nömrəliyiblər. 16, 18, 32 özləri üçün nömrəliyiblər ki, ayırt etməkdən bu virusu ayırt edə bilsinlər ki, məsələn, çalışmalar göstərib ki, 16, 18, 32, 58, 56 uşaqlıq boynunda hüceyrənin dəyişiminə səbəb ola bilər. Amma bu HPV 16-sı var deyə
o insan xərçəng olacaq anlamına gəlməz. Bunu özəlliklə vurğuluyum. HPV-16 ilə ömrünün sonuna qədər, 90 yaşına qədər yaşayarsan, heç bir şəkildə o sənin uşaqlıq boynuna zərər verməz. Ömür boyu yatmış halda qalar. Niyə HPV-16, 18, 32 özəlliklə ən çox zərər verə biləcək növləri bu üçüdür. Bunu bilməmiz lazımdır. Biz bunlara qarşı niyə görə qoruyuruq? Bu şuşları bu qədər sadə bir peyvənd varkən insanlar bunu tutmasınlar. Unutmadan bir şey daha deyim. Buyurun doktor. 16, 18, 32 və uşaqlıq boynuna zərər verəcək şuşlar 30 yaşına qədər çıxıbsa, 30 yaşına qədər sıfırlanma kimi şansı var. Ona görə 30 yaş və 32 yaş arası insanlara bunu deyək bir rahatlataq. Doktor, bu müalicə ilə sıfırlanır, yoxsa müalicəsiz sıfırlanır? Xeyr, bədən özü axı, orqanizm özü bacarır onu. Hücrə yenilənir, growth faktor deyə bir hormonumuz var. Yəni 30 yaşa kimi? Biz hələ yaşlı deyilik, hücrəmiz hələ yenilənir. Köhnələr gedir, təzələr gəlir. Köhnələr gedir, təzələr gəlir. O 30 yaş müddətində də hücrə yenilənməsi olduğu üçün o köhnələr gedib yenilər gələ bilir. Amma 30-32 yaşından sonra bu bütün bədənimizdəki bütün hücrələr üçün keçərlidir. Hücrə artıq özünü yeniləyə bilmir. Yəni yeniləmə getmir. Ona görə nə olur? Biz var olan hücrələrimizlə yaşlana gedirik. Gənc yaşlarda HPV virusunda yoluxma olarsa, dediyim yaşa qədər, 30-32-yə qədər bu sıfırlana bilər. Amma varsayın ki, HPV-16'nız, 18'iniz, 32'niz var. Bunun üçündən hər hansı biri var. Burada bir sual çıxır ortaya. Doktor, mən peyvənd vurdurummu? Bəli. Artıq cavab çıxandan sonra ki, məndə HPV-nin müəyyən bir tipi var. Əslində biz HPV-nin niyə baxırıq? Elə bu dəqiqə modadırmı deyə baxırıq? Xeyr. HPV-yə baxmamızın səbəbi sizdə HPV tutulumu varmı, yoxmu deyə. Əgər HPV tutulumu yoxdursa, biz sizə nəyi məsləhət görürük? İləridə bu virusa tutmamaq üçün bu peyvəndi ən az 2 doz olun. Əgər HPV-16'nı tutmuşam, mən onsuz da ay doktor tutmuşam da, niyə boşuna peyvənd vurdurum? Bəli, 16'ya qarşı maalesef biz sizi qoruya bilməyəcəyik. Amma 10'a 18, 32'ni tutmamışsınız. Onlara qarşı biz sizi qorumuş olacağıq və 56-58'e Çox gözəl anlattınız bunu doktor. Çünki bəzən xəstələr düşünür ki, məndə 16 varsa, mən neyinirəm bu peyvəndi vurdurum? Axı bunun digər növləri də var. Doktor söhbətə başlayanda dedi ki, 200-dən çox növü var HPV virusunun. Bizdə önəmli olan, kadın doğumda deyim, önəmli olan 6'dır, 11'dir, 16'dır, 18'dir, 32'dir, 56'dır, 58'dir. 6-11'e gəlim. İnsanlar bəzən 6-11 çıxıb məndə, xərçəng olacam. 6-11 kandiloma acuminata dediğimiz o səpkilər var, dodaqlarda olan. Ziyirlər demək olar. Ziyirlər, bəli. Kandiloma acuminatanın HPV-sidir. Onların xərçəngə dönmə riski çox azdır. Yenə də xərçəng deyirəm, hər deyəndə də demə deyirəm içimdən. Yəni, burada mənim çatdırmaq istədiyim nədir? HPV-niz var deyə xərçəng olmayacaqsınız. HPV nə zaman xərçəngə dönər? Əgər sizin bədən müqavimətiniz çox ciddi bir şəkildə düşərsə, məsələn, siz çox ağır bir qəza keçirərsiniz, aylarca yoğun bakımda, yəni reanimasiyada qalarsınız. Sizə bir sürü antibiotik gedər, bədən müqavimətiniz tamamən çökər. O zaman bu yatmış HPV oyana bilər. Oyandığı zaman da edəcəyi iş nədir? Uşaqlıq boynuna zərər verər. Amma yenə də bunu siz doğru düzgün nəzarətdə tutub, yəni tam toparlanıb, vaxtında həkimə getsəniz, onsuz da bir anda HPV-16
heç kimi xərçəng etməz. Amma çox təəssüf ki, doktor, üzr istəyirəm. Bizim xanımlar yalnız doğuma hazırlaşarkən, hamilə olarkən ginekoloqa gedirlər. Mən hər zaman, proqramımız artıq 2-ci ildir yayımlanır. Mən hər dəfə bunu deyirəm ki, yəni xanımlar heç olmasa ildə bir dəfə müayinədən keçməlidir. Yox, elə mən nə vaxt getmisən ginekoloqa deyir, elə hamiləlik müddətimdə birinci uşağımda getdiyimdə, ikinci uşaqda da lazım bilmədim. Artıq birinci uşaq rahat olmuşdu deyə tam rahat oldum. Yəni belə olmur əziz xanımlar. Bu düzdür. Aytan xanım söyləyir ki, qısa müddət ərzində yarana bilməz, amma elə xanımlar var ki, heç 5 il nədir, 10 il ərzində ginekoloqa müraciət etmirlər. Yəni uşaqlıq boynu xərçəngi özdə özəlliklə elə bir xərçəng növüdür ki, o bir anda sən xərçəng olmarsan. Bu mərhələ-mərhələ gedər. Üst təbəqə var. Öncə hücrə dəyişikliyi olar, CIN1, servikal intraepitelial neoplazi, yəni ən üst təbəqə. Sanki dərimizin üstü. Bəli, ən üst təbəqə. Məsələn, bunu nə edərsən? Məsələn, xəstədə CIN1 gələrsə, bu zaman onu mütləq nəzarətə alarsan. Kolposkopi edərsən. Şübhələndiyin bir hücrə varsa, biopsiya alarsan. Əgər təmiz gələrsə, 3 ay sonra bir daha pap test alarsan. Əgər təmiz gələrsə, 6 ay sonra bir də götürüb, ondan sonra xəstədən əl çəkərsən. Hamısının takibi var. CIN2 gələrsə fərqli, yəni daha dərin hücrə təbəqəsində tutulma. CIN3 gələrsə fərqli, belə deyək. Bir bina düşünün və mərtəbə düşünün. Birinci mərtəbəsində sizin əgər hücrə dəyişikliyinizi tutarlarsa, sizə heç bir şey olmaz. İkinci mərtəbədə də tutarlarsa, heç bir şey olmaz. Üçüncü mərtəbədə də tutarlarsa, heç bir şey olmaz. Ən fazla nə olar? O alan tamamən çıxarılar. Dördüncü mərtəbədə artıq adenokarsinom olduğunuz zaman xərçəng, o zaman iş işdən keçmiş olar. Ona görə biz niyə nəzarətə gedin deyirik? Biz niyə görə ildə bir, 2 ildə bir qadın doğum müayinəsinə gedin, pap test aldırın deyilir. Bu 3 mərtəbəni çıxana qədər biz heç olmasa bir mərtəbədə sizi tuta bilək. Çünki uşaqlıq boynu xərçəngi artıq adenokarsinom olduğu zaman və o kitlələr 3 santimə gəldiyi zaman artıq maalesef əməliyyat da mümkün olmur. Çünki parametrial dediyimiz parametrumlara çox yaxındır, invazyon olur. Əslində demək istədiyim, heç kim bir anda uşaqlıq boynu xərçəngi istəsə də olmaz. Hətta Amerika deyir ki, sən əgər bugün məmə xərçəngi, uşaqlıq boynu xərçəngi, uşaqlıq xərçəngi, yumurtalıq xərçəngi olursansa, günah sənin özündədir. Bunlar artıq ölüm kitabından çıxarılıb. Bunlara görə bir insan ölməz. Çünki bunların hamısını vaxtında müdaxilə etməklə o insanın həyatı tamamən qurtarılmış olur. Amma doktor, gəlin razılaşaq, bilmirəm indi statistik göstəricilər barəsində tam faiz söyləyə bilməsəm də, amma onu mütləq qeyd etməliyəm ki, Azərbaycanda məhz xanımlar arasında uşaqlıq boynu xərçəngi çox yayılıb. Çünki heç kim takibə getmir. Bəli, çünki müayinəyə getmirlər. Bax, elə bugünkü Aytan xanım sağ olsun, bugün bu mövzunu işıqlandırır efirdə. Yəni biz Amerikadan misal gətirəndə orada çox cüzi faizdir. Çünki onlar hamıya tarama edirlər, kütləvi edirlər bunu, bildiniz necə? Düşünün Amerika sayısı ilə bizim sayımızı. Amma bizdə xanımların heç bunun barəsində bəzilərinin heç məlumatı yoxdur. Yəni hətta Amerikada bilirsiniz də evlərə gedirlər, bir bilgiləndirirlər, devlət tərəfindən bilgi verirlər, pap testi və kütləvi bir pap test edirlər. Yəni bu sadə bir testlə güvənilir bir test midir? Çox güvənilir. Xeyr. Amma biz bunun içindən insanları və sadə bir testdir, ucuz bir testdir, ağrısız bir testdir, bir fırça ilə uşaqlıq boynundan sadəcə hücrələri alıb mikroskop altında baxılan bir testdir. Hamıya önərilirmi? Bəli, mən illərdir, yəni bəlkə bir 20 ildir, hər gələn xəstəyə, lap xəstə gedərkən verməsə bilə, vicdanımı və psikolojimi rahatlatmaq üçün hamıya pap test edirəm. Yəni, pap test, yəni fərqi yoxdur hansı şikayətlə gəlib, fərqi yoxdur. Hamiləyə əgər ginekolojik vaginal baxıramsa və ya nə bilim neçə yaşı olursa olsun uşaqlıq boynu varsa, mütləq o insanlara pap test etməmizi özümüzə bir borc bilək. Ən gözəl addım. Tamam, mən
sonsuzluqla məşğul ola bilərəm, perinatoloji ilə məşğul ola bilərəm, onkoloji ilə məşğul deyiləm. Amma mən onu tutarsam, onu bir uzman həkim, bu işlə məşğul olan bir onkoloğa göndərirəm. Burada ən böyük işi mən görmüş oluram. O xəstənin həyatını qurtarmış oluram. Ona görə bütün qadın doğum həkimləri bilməlidir ki, bir xəstəni müayinə edərkən mütləq pap test etməmiz şərtdir. Yəni pap testdə gördüyün şübhə o xəstənin həyatını qurtarır. Doktor, bunun üçün bir yaş faktoru da varmı? Məsələn, xanım müraciət edib 18 yaşında artıq ailəlidir. Cinsi əlaqəsi olan hər kəsə pap testin olunması şərtdir. Bir də bu arada HPV sadəcə cinsel olaraq bulaşmaz. Digər bulaşım yolları da var. Doktor? Bu da evlərdə biraz belə bəzi insanlar arasında problemlərə səbəb olur. Xeyr, HPV sadəcə cinsel bulaşmaz. Digər vaginal infeksiyonlar kimi onun da normal, nə bilim, dənizdən, havuzdan, saunadan bulaşma kimi digər cinsel yola görə daha az olsa da bulaşım yolları var. Bunu bilməmiz lazımdır. Yəni yox dərəcəsində deyil, yoluxa bilər. Bəli, əlbəttə ki, çünki hamı HPV cinsel bulaşdı deyə bir daha çox cinsi infeksiya kimi var. Bəli, tanıyırıq. Amma HPV-nin digər yollarla da bulaşma şəkli var. Doktor, bu HPV viruslarından danışırıq. Qısa olaraq bu sualı da sizə ünvanlayacağam. Virus bədənə daxil olduqdan sonra hansısa əlamətlərlə özünü göstərə bilər, yoxsa uzun müddət gizli qala bilər? Heç bir şəkildə. Yəni normal HPV tipləmə etmədiyin zaman onu tuta bilmərsən. Ancaq HPV tipləmə ilə bilərsən. Bilirsiniz də HPV əslində məsələn bu dəqiqə dediyi 200 dənə növü var. Bu 200 növün əslində hamısı çalışılmayıb, çalışmalar yoxdur. Çünki HPV sadəcə uşaqlıq boyununa zərər verməz ki, biz qadın doğum üzərindən danışırıq indi. Qadınlara və qadın doğumda HPV-nin rolundan danışırıq indi. Məsələn, uşaqlı bu. HPV-nin bəzi şuşları bağırsağa da problem yaradır. Yəni, onlara dair də çalışmalar var. Hansı növləri, o dediyimiz 200-ün içindən nə bilim, bəlkə 20-ci növü bağırsaq xərçənginə səbəb ola bilər. Bilməm neçənci növü. Hələ də bu çalışmalar gedir. Bu 200-ün içində uşaqlıq boynunu təsdiqləyiblər artıq. Görüblər ki, bəli, bu virusların əgər vaxtında aşkarlanmazsa, peyvənd olunmazsa və ya bir insan HPV-si var və uşaqlıq boynu xərçəngidirsə, bu HPV-nin əmələ gətirdi. Amma bu o demək deyil ki, HPV-nin varsa xərçəng oldun. HPV yoxkən də xərçəng ola bilərsən. HPV uşaqlıq boynu xərçənginin səbəblərindən biridir. 050 777 19 19 doktorumuzun əlaqə nömrəsi. Sağlam gün, ay.